Bu saat bize Sroçni maşın lazım. Yine demişken bize bu dəqiqə bir maşın lazımdı. Bize bu dəqiqə bir maşın lazımdı. Sabahınız xeyir olsun. Bu maşın nəyə lazımdı? Hara getməyik? Tıxaclarımız çoxalır günü-gündən. Mən düşünürdüm ki, bəlkə də bilirsiniz ki, məktəb ibtidai siniflər başlayıb daha hər gün. Səhərlər tıxaclar olur. Axşam saat 6-dan sonra demək olar ki, Bakıda bütün nəqliyyatda problem olur. Amma əsas odur ki, canınız sağ olsun və bu dünyanın hər bir yerində var. Bizdə də var. İndi ölkəmiz günü-gündən necə deyir, əhalisinin sayı artır, insanların məişət tələbatları çoxalır və ona görə də biz çalışırıq ki, heç olmasa səhər vaxtları sizlərə xoş əhval-ruhiyyə bəxş edək ki, siz də bu xoş əhval-ruhiyyə ilə evlərinizdə oturub bizim maraqlı qonaqlarımızın söhbətlərinə baxasınız ki, ilə müzakirə edilir. Dünənki verilişimiz məncə sosial mediada çox tanışıldı. Afət Fərman qızının açıqlamaları, Günel Pişiyin, Günel Pişik deməyək, daha o böyüyübdür, pişiklikdən keçib Günelin açıqlamaları və bir çox tanınmışlarımızın, hətta vəkilimiz dedi ki, sosial mediadan təhqir edənlər, tənqid edənlər, hətta onların, nə bilim, səni belə eləyərəm deyənlər üçün də bir cinayət məcəlləri var. Amma bugün biz onlardan danışmayacaq. Bugün də olan qonaqlarımız əslində sosial şəbəkədə çox müzakirə olunurlar. Belə necə deyim, yüngülvari bunun üstündən keçəcəyik. Amma bu günləri biz uğurlu və uğursuz duetlərdən danışacağıq. Çünki bilirsiniz ki, bugün bir çox insan, məşhurlar tez baxırlar ki, filan müğənninin sosial mediada reytingi yüksəkdir. Tez o ilə gedirlər, başlayırlar duet oxumağa ki, bu duet onlara uğur gətirsin. Düzdür, toylar yoxdur ki, toy fikirləşsinlər. Amma Çinə, sən necə düşünürsən? Bu ilin uğurlu, yəni bu il deyəndə 2020-ci ilin uğurlu duetlərini kimi deyə bilərsən? Ən uğurlu? Uğurlu və uğursuz duetləri, məsəl üçün. Mən deyəm, belə böyük bir hit görmədim, amma Röya Rauf'la xoşuma gəldi dueti. Bu 2020-ci ilin sonunda oldu. Bəli. 2020-ci ilin əvvəlindən biraz gedəydi bu yana. Mən görmədim belə. Pərvizlə Türkanın duetləri... Yox, xeyr. Demirəm, pisdir. Sənin zövqündə deyil. Mənim tələbətimdə olmurdu da. DJ kimi mən onu istifadə eləmirdim, belə baxanda. Amma ola bilsin ki, yaxşı bir duetdir. Mən demirəm. Niyə? Mən düşünürəm ki, bəzi duetlər, uğurlu duetlər var idi və əgər pul gəlirdən baxsın, onlar hətta YouTube-da yetərin qədər milyonlarla izləyiciləri oldu. Elə qonağımızdan biri Akşin Fatihin, elə Vəfa ilə bilir. Bəlkə sən qulaq asmırsan. 2020-ci əvvəlində olub olar. Yox, ortasında olub 2020-ci ilin. Ona görə də var duet ortaqları ki, hansı ki, uğurlu imzalar atdılar. Ona görə də gəlir biz qonaqlarımızı dəvət eləyək. Onlarla müzakirəni bir yerdə keçirdik. Mən istəyirəm, aparıcı prodüser, yəni həmkarım sayılır və o da bu günləri çox açıq sözlü olacaq. Çünki əminəm ki, onun fikirləri önəmli olacaq. Çünki o da bu show biznesdə öz imzası var. İstəyirəm, ilk öncə Sayqı Cahili dəvət edeyim. Sayqı, xoş gəlib, səfa gətirib. Xoş gəlmişsən. İlk dəfə də verişimin qonağısın, amma inşallah bundan sonra səni tez-tez görərik. Mən də hər kəsi salamlayıram, hər kəsə xoş gördün demək istəyirəm və nə gözəl ki, açıq danışmaq rahatdır. Bəli. Hər adama rahat deyil, bilirsən. Hər adam biraz kompleksə girir və rahat danışa bilmir, amma mən düşünürəm ki, biz demokratik ölkədə yaşayırıq və bizdə söz azadlığı var. Amma mən bir kompleksim var. Buyur. Ara sıra bir də görsən köklüyümə görə efirdə belə mi düşüm deyə hərdən biraz bir balaca. Sonra söhbət eləyəndə o da çıxıb gedir. Yox, o sənin kompleksindir. Onu məncə aradan götürərik bu növbəti dəqiqələrimizdə. Başımız o qədər qarışaq söhbətə. Növbəti qonağımız elə bayaq adını çəkdiyim və onu da elə bil ki, bəxtinə gətirir. Pandemiya dövrü Rusiyada oldu, 6 ayda orada qalmalı oldu. Amma Akşin Fatih Xəzərdə apardığım verilişə hər dəfə gələndə kəskin açıqlamaları və maraqlı iddiaları. Bugün də onun haqqında sosial mediada gəzən şayələrdir ki, güya ki, yenə də nəfəslə bir yerdə yalandan qalmaqal eləyir, neyinir? Bunu biləcəyik. Buyursun, müğənni və əslində gözəl sözlər də yazır. Ona görə də Akşin Fatih də çox sevilən bir simadır. Xoş gəlib, səfa gətirib. Xoş gəlmişsən. Xoş gördük. İlk dəfə də verilişimdəsən, sən də inşallah bundan sonra ardı gələr. Xeyirli olsun veriliş, uğurlu olsun. Bütün heyətimizi salamlayıram. İnşallah ki, qədəmlərimiz düşərli olar, yüngül olar. İnşallah.
bol reytinglər arzu edirəm. İnşallah. Gəlin elə Akşin Fatih ilə onun dueti, düzdür, Vəfa Şərifova özü sevilir. İndi deməyək ki, Akşina görə sevilib, amma elə müğənnilər var ki, Akşina görə sevilməyə başlayıb. Biz bugün o haqda danışacağıq. Vəfa Şərifova doğrudan da son vaxtlar hətta əskərlərimizin ən sevdiyi mahnı oldu, Əskər qardaşım. Beliş eləmişdik burada, Dünya Azərbaycanlıların həmrəyliyi günü münasibətilə. Bütün qazilər o mahnını istədilər. Deməli, əskərlərimizin də könlünü oxşaya bilib və bugün də onun da maraqlı açıqlamaları olacaq. Buyursun Vəfa Şərifova. Xoş gəlib, səfa gətirib. Yanımda. Xoş gəlmişsən Vəfa. Çox sağ olun. Gəlin elə növbəti qonağımıza çağıraq, vaxtımızı çox uzatmayaq. O da demək olar ki, çox gözəl duetləri olub, onun duetləri ilə bir yerdə məşhurlaşan müğənnilər olubmu, olubmayıb. Bunu özündən soruşacağıq. Son zamanların çox danışılan bir ismi var. Sevilən sənətkarımız Manaf Ağayev ifası ilə. Xoş gəlib, səfa gətirib. Gelmişem boynuna Füzulim, Füzulim. Ay elim ayobam Füzulim, Füzulim. Sarılın boynuna Füzulim, Füzulim. Kövrelen gözleri yaşına da kurban. Yanılar dağdan taşına da kurban. Kövrelen gözleri yaşına da kurban. Ay elim ayobam Füzulim, Füzulim. Gelmişem boynuna Füzulim, Füzulim. Ay elim ayobam Füzulim, Füzulim. Sarılın boynuna Füzulim, Füzulim. Sensiz şükür olsun Allah'a kalmadı vətensiz. Ağladık sızladık neçə ildir sensiz şükür olsun Allah'a kalmadı vətensiz. Ay elim ayobam Füzulim, Füzulim. Gelmişem boynuna Füzulim, Füzulim. Ay elim ayobam Füzulim, Füzulim. Sarılın boynuna Füzulim, Füzulim. Şöhretin de şanı, yolunda ferdadır, bu canımda kanı. Adınla bağlıdır, şöhretin de şanı, yolunda ferdadır, bu canımda kanı. Ay elim ayobam Füzulim, Füzulim. Gelmişem boynuna Füzulim, Füzulim. Ay elim ayobam Füzulim, Füzulim. Sarılın boynuna Füzulim, Füzulim.
Ay elim ay obam Füzulim Füzulim Gelmişem boynuna Füzulim Füzulim Ay elim ay obam Füzulim Füzulim Sarılın boynuna Füzulim Füzulim. Əslində təbrik eləmək istəyirəm səni ki, Füzulimiz işğaldan azad oldu. Düzdür, baxmayaraq ki, Füzulinin bəzi hissəsi bizim Azərbaycanda idi, Horadiz və amma tam işğaldan azad oldu. Buna görə səni bir daha təbrik edirəm. Çox sağ ol Tolik. Mən də bütün qonaqları, burada olan sənət yoldaşlarıma xoş gəldin deyirəm və sizə dərin təşəkkürümü bildirirəm. Mən bilirəm ki, sənin verilişlərin həmişə birincilərdən biri olub, buna heç bir şübhəm yoxdur. Və ilk mahnımda, bu mahnımda mənim dostum, qardaşım Əflatun Qubadov mənim üçün yazıb. Salamlayırıq buradan, Əflatun Qubadovu da mən salamlayıram, çox sağ olsun ki, dəyərli bir mahnı yazıb mənə. Bax, Əflatun Qubadovdan danışdınız. Əflatun Qubadov da bir çox müğənnilərin duetləri olub. Akşın, bax, sən son zamanlar bir neçə ilə yönsək, bir neçə il bundan qabaq duet ifa edəmirdin də, belə yəni sıx eləmirdin. Amma 2020-ci ildə Vəfa ilə oxudun, Nəfəslə oxudun, sonra kiminlə oxudu duet? Bilmirəm, indi oxudun ya yox, amma Üzeyirlə bir yerdə oxudun. Yəni, biraz bu bilirsən nəyə gətirir, çıxartır. Çünki sən biraz çəkilmişdin kənara. Qaydandan sonra elə bir sən başqalarının da qığılcımını özüvə çəkmək istəyirəm. Yəni, auditoriya deyilən bir şey vardı. Sərqə başa düşdü mən nə demək istəyirəm. Yəni ki, biraz Üzeyirdən, biraz Vəfadan, özünü də sevənləri var ha. Sənin bugün bir çox müğənnilər var ki, estradada illərlə də onlar fəaliyyət göstərir, amma səni qədər sevilmir. Amma bu bir gözəl bir taktikdir. Çünki sən məncə belə şeyləri çox gözəl bilirsən. Yox, ümumiyyətlə hər bir sənətçinin bir strategiyası olmalıdır. İstər sənət baxımından, istər yaradıcılıq baxımından. Bilirsiniz, yeməyin gərək ədviyyatlarını da biləsən hansını harada vurmaq lazımdır ki, dadlı olsun. Hər gün də eyni yemək yemirik təbii ki, o da yorucu olur, nə qədər gözəl olsa da. Ona görə də hərdən tək çıxışlarımda, proyektlərimdə olur, hərdən duetlərimdə olur. Bu, yəni planlı şəkildə olan bir şeydir. Kimlərlə də duet oxumuşamsa, misal üçün Üzeyirlə elədiyim, Üzeyir də biz bir evli kimiyik, bütün günü bir yerdəyik. Onunla, Üzeyir demək olar ki, bizim tərzimizin davamçısı olduğu kimi o vaxtdan bu vaxta xasiyyətimiz, xarakterimiz uyğun gəlir. Həm də ki, sənətimiz üst-üstə düşür, fikirlərimiz bir yerdə. Ona görə də elədik, qərara gəldik və Üzeyirlə əslində bu yaxında verilişlərə planlaşdırıldı çıxmalar. Onun atası rəhmətə gedir, annesi rəhmətə getdi. Buradan başsağlığı bilirik. Ona görə biraz yubandı. Əslində təzə Üzeyirlə də duetimiz var. Böyük partlayış olacaq inşallah. İndi biz deyən yox. Sayqan, illərlə də show biznesdəsən və yetəri qədər aparıcılıqdan başqa prodüserlikdən fəaliyyət göstərsən. Səncə 2020-ci ilin uğurlu duetləri hansılar olur ki, kütlə tərəfindən çox dillər əzbəri olurdu? Yəni ki, bax, bir neçə il bundan öncəyə getsək, Aygün Kazımova ilə Namiq Qaraçıqlunun duetləri dillər əzbəri idi. Və illər keçdiğində Aygün xanımla Namiq Qaraçıqlunun fəaliyyəti ayrıldılar, yəni duet ortaqlığından, amma onlar yeni məclislərə dəvət olunanda onlara xahiş edirlər bu duetləri. Səncə 2020-ci ilin ən uğurlu və uğursuz duetləri kim olur? Valla, uğurlu, uğursuz bilmirəm. Çünki mən müğənniyə görə deyil, mahnıya görə mahnıları dinləyirəm. Yəni, elə adam var ki, məhz bir mahnı vardı, mən onu çox dinləyirdim, amma onu kim ifa elədiyini bilmirdim. Sonradan təsadüfən bu günlərdə qarşıma çıxdı, gördüm yazılıb Hiss. Mən o mahnını sevdim, amma bilmirdim kimi ifa eləyir. Elə də duetlər. Nasbəri xanımla Eldarın duetini məsələn bəyəndim. Çox xoşuma gəldi. Yox, sən 2021-ə keçdin, mən 2020-dən danışıram. Bunların dueti 3 gün bundan qabaq, 5 gün bundan qabaq çıxıb. Mən 2020-ci ildəki duetlər, Pərviz Bülbülə ilə Türkan, Röyə ilə Rauf. 20-də belə bir xoşuma gələn bir şey olmayıb. Yalan nə deyim? Yox, dinləməmişsən onda. Yox, xoşuma gələn. Belə bir xoşuma gələn olmayıb da. Hansılar ki var, məsələn bir də görsən ki, köhnə olur mahnılar, neçə ilin bundan qabaqki mahnılar olur. Və yaxud da indi son dinlədiklərim olur. Nə bilim, yəni mən demək istəyirəm, əslində çox duetlər var ki, orta Vəfa, sən özün də duet oxumusan Akşinlə və o dueti mənim
xoşuma gəlir. 2020-nin ən uğurlu dueti bizim duetimiz olub. Çünki baxışlara... Nə qədər baxışınız oldu YouTube-da? 10 milyonu keçib artıq. 10 milyon Azərbaycanda 10 milyon keçibsə, demək ki, yetər Yox, qədər bu uğurlu bir Azərbaycan, mahnı olub. YouTube-dakı Azərbaycanla düşünmür Amma ki, Azərbaycanlılar Rusiyada yaşayan izləyir Azərbaycanlarımız əsasən. var, Amerikada Söhbət yaşayan yox, bəli, Azərbaycanlarımız var ki, onlar sizi sevir, Əsas ora gələ say bilməsənizdir. üstünlüyü bura təşkil edildiyinə görə, yəni bizdə göstəricisi Biz var orada axı. statistikaya Mən baxa şəxsiyyət YouTube kanalımda mən baxıram 75% göstərir ki, Yox, Azərbaycandan. amma səni xaricdə yaşayan, qürbətdə yaşayan Azərbaycanlılar çox Onların da dinləyir. siyasi Niyə? düşürməni, Çünki Rusiyadan, niyə onlar Türkiyədən, dinləyir? Çünki onlar Gürcüstandan. qürbətdədirlər. Bəli, bəli. Onlar tez-tez maşınlarında Belə sizə həzin dinləyirlər. mahnılar orada çox, Rusiyada falan çox az dinlənirlər. Ora əsasən ritmik belə musiqilər daha çox sevirlər. Biz artıq hansı kütlənin nəyi sevdiyini bilirik. Bu əsasən Azərbaycana dinlənir, statistikalar bunu Vəfa, göstərir. gəl səmimi deyək. Azərbaycanda 2020-ci ildə oxunan duetlərdən sizin yox. Başqa duetlərdən hansını bəyənmirsən, hansını bəyənməmsən? Açığı, yəni çox uğurlu duet olmayıb başqa. Yəni bu qədər. Yəni Pərviz Bülbülə, Türkan, olmadı. bunların Onlar niyə duet bütün çıxarmadı. günü? Onlar Niyə duet ki? çıxarmadı. 19-da Misal üçün, varlardı, mən amma sizə deyim 20-də də, yoxdur. Röya ilə Mir Yusifin de görün məndən neçə dənədir, o 2020-ci mahnısıdır və bütün məclislərdə, indi onlar siz bəlkə o məclislərə düşmürsünüz. Amma o 19-18-in məncə mahnıları da olar. doğrudan 20-nin 20 mahnıları deyil, mən deyil səhv, olar. onda üzr istəyirəm, mən səhv saldım. Çünki beynimdə yazma Mən salmaq mahnı istəyirəm. gündəmini çox, yəni takib edirəm, izləyirəm də. Hansı mahnılar, hansı neçənci ildə çıxır. Yəni demək istəyirsən ki, Pərvizlə 20-də Türkanın dueti 2019-da olub. Yəni 20-də onlar da duet çıxarmayıblar. Yeganə duetdir bizim duetimiz, yəni 10 milyonu keçib. Hansıdır? Tədbirlərdə Manaf, sən nə demək istəyirsən bu barədə? Vallahi elə mən Pərviz Bülbülə ilə onu deyəcəydim. O deyir 2019 olub, 2020 olmayıb. Elə bir Deməli, yaşda qalan 2020-ci ildə heç kim duet vermir. Pandemiyadır da, Damla ilə yaxın bir dayanmaq nəfər olmaz. oğlan oxumuşdu. Bəli, bəli, bəli. Sevgi biraz Nicat. ürək istər ay baba. Amma onların mahnısı deyil də, qurban ol. Rəsulla Aygün, o da 2020-də idi, bəli. O da yaxşı duet idi. Aygün xanım Kəzimova. Yaxşı duetlər çoxdur, amma kütlənin izlədiyi belə wow partladı, belə dediyimizdə mahnı yoxdur. Vəfa, Akşın sənə təklif elədi dueti oxumağa, yoxsa sən ona? Akşin bəy təklif elədi. Bax, Akşın bəy əslində düz taktika aparır. Xanımlar seçir, hansı ki, xanımlar bugün gündən maraqlı olar. Amma bir xanım da var ki, Şərhəc də mənim Xəzərdə apardığım verilişi ilk dəfə qonaq gəlməyini məndən Akşın xahiş eləmişdi. Bayaq söhbətimiz yarımsıq qaldı. Mən Buyur, qoyum onu tamamlayım. Dedin ki, Akşın elə bir adamlar seçir ki, onlarla başlayır irəli aparmağa işlərini. Məhz həmin vaxtlar idi ki, mən onda Vəfa xanımla da oxumamışdım, başqalarla da oxumamışdım. Mən elə bir adamı seçdim ki, o yəni ancaq toylarda, şadlıq evlərində. Söhbət nəfəsdən gedir. Mən onu artıq nəfəs kimi yox, Günel Məmmədova kimi tanıyıram. O mənim üçün sənətçi olaraq o nəfəs adı yoxdur. O söhbəti bağladım. Bax, bugün sosial şəbəkələrə deyirlər ki, bu Akşınla nəfəsin növbəti bir PR-ıdır ki, bir-birinə bu atmaca güya. İndi siz verilişə getmişsiniz, Zahir Nəboğlu'nun verilişinə. Yəni, bu günləri sənin auditoriya nəfəsdən çoxdur, bunu hamı bilir. Yəni, sən illərin Akşın fatihiysən. Yəni, sən dünən, yəni bunu hamı deyə bilər. Amma orada Akşın gələn, nəfəsin biraz mən müğənnilərə, mən nəfəsin xətrini çox istəyirəm, amma orada bu yalandan süni qalmağa yaratmanın yeri yox idi. Mən durub gedirəm verilişdən, burada Akşın var idi, nə bilim, Akşın bəy məni sıxışdırır, Akşın heç xanımları sıxışdırmaz. Mən çox tanıyırsan yəqin ki, buradakı dostlarımız, sənətsiz dostlarımız da, Sayır xanım da gözəl tanıyır. Mən bu, yəni, şou olsa da efirdə görsənənlər, mən heç vaxt oyuncu olmamışam. Bəli. Mən nə demişəmsə, doğru, dürüst olan şeylər demişəm, danışmışam həmişə, çalışmışam buna riayət edeyim. O verilişdə ola bilər ki, başqaları şou göstərə bilər, oyun oynaya bilər. Mən nə danışmışamsa, kəlmə bə kəlmə, içimdə nədirsə, dilimdə də odur. Yəni, hər şey necə olubsa, elənsə də fikrimi ifadə eləmişəm. Sadəcə keçən illəri bunu şouya çevirmək istədilər özləri. Mən qarşı tərəfdən danışıram. Akşin xəyanət elədi mənə, getdi, başqasından oxudu. Belə söhbətlər elədilər. Mən sıfır reaksiya verdim. O söhbət bağlandı, getdi. Onun üzərindən sonra biraz keçdi, elə həmin verilişin qabağında. O ki, Vəfa xanımın bu yaxınlarda canlı efirdə ki, o biraz səs yerində döyürdü. O normal al, deyə bilirsiniz, o böyük bir qalma qaldı. Ona atmacalar atdılar, mən çox hissləndim. Əslində o veriliş bəlkə də elənsin olmayacaq. Çünki Günel Məmmədova ilə biz neçə vaxt görüşmüşük, danışmışıq bir yerdə. Yəni normalda belənsin. Aramızda soyuqluq olsa da insanlıq olaraq mən hörmət xətir saxlamışam. Amma həmin vaxtlarda məni biraz əsəbləşdirdilər. Ona görə də o verilişin formatı tamam dəyişdi, tamam başqa bir şey oldu.
O da güya gedəcəkdi, qalacaqdı, bilmirəm. Durdum dedim ki, o qadın Yəni bu qurma xeylağı bir şeydir. Getməsin. Mən özü yox, mənim nə getməyim, nə danışmam. Mənim hələ verilişimdən durub gedən müğənni olmayıb. Gedən Qurma müğənni bir şey getsin, olmayıb. qayıtmasın. Amma heç vaxt onu anonsa salmaram. Mənim verilişlərim olub ki, Novruz bayramı çəkilişində 2 müğənni xanım dava ediblər. Olmuşsan da o verilişdə. Mən o verilişi istəsəydim reytingə görə yayardım və bütün Azərbaycan ondan danışardı, amma onu eləmədim. Onu eləyən aparıcılar məncə çox zəifdirlər. Yox, qurma bir Qurma bir şey şeydir. deyil. Çünki Yox, mənim yəni hərəkətim də, sözüm də qurma bir şey deyil. Mən çıxmışam, sözümü də deyib getmişəm oradan. Özü demişəm ki, qadın xeylaqda, əgər narahatçılıq varsa mən gedərəm. Qoy narahat olmasın. Mən çıxıb getmişəm, sözümü də demişəm ki, bu axırıncı veriliş oldu ki, biz bir yerdəyik. siz Manaf Ağayevlə Akşin Fatih bəy sizdə bir xanıma bir təklif eləyəndə onlar üçün də bir sevinc olurdu. Çünki bu günləri sizin kütləviz var. Manaf Ağayev, bu günəcən kimi ilə duetlər oxumusunuz? Mən oxumuşam Könül Kərimov ilə, təklif ondan gəlib. Oxumuşam Almaz Saraylı ilə, yenə ikimiz toyda olduq, elə dedik ki, bir duet oxuyaq hər ikimizlə. Arzu Qarabağlı ilə çox uğurlu aldı o da. 2 dənə sevillər olub, oxuyalım. Onlar heç də o xanımlar sənin hesabına tanınırlar. Onlar yəni tanınmamış, amma tanınmışlardan Arzu Qarabağlı, Könül, amma Könüllə də, Almazla da, Arzu ilə də. Hər üçü qəşəng gəlib, amma Könüllə tam yerinə oturub da, səs, yəni o qədər düzdə, yəni üçü də gözəl da, yəni bunları ayrılmıram. Niyə görə, mən Manaf niyə deyim, bizim münasibətimiz var, dostluğumuzda nəyə deyim? Manaf niyə görə, bax, kirvə olduğun Nüşabə Ələsgərli, yaxın olduğun Afət Fərman qızı, dostluq elədiyin bu müğənnilərlə duet oxumamısan, adın sadalığılı müğənnilər hamısına hörmətim var, amma Könül xanım bilir ki, ən çox duetlərini Cabbar müəllimlə oxuyur, çünki onlar bir yerdə fəaliyyət göstərirlər. İndi mən sənə deyim də, yəni bu səs temiri var, səs şirinliyi var, çetvert deyilən oxumaq var. Bu uyğun gəlməlidir. Nüşabə bunlardan kəm oxuyan deyil. Amma bizim janr baxımından, yəni məcburam onun oxuduğu janrı oxuyam, o da yəni özümü göstərə bilməyəcəm. Başa düşsə? Yəni məsələn oxusa deyəcək ki, bir Bayat Şiraz oxuyaq. Amma mən deyəcəm, yox, ya bir şur oxuyaq, ya bir çargı oxuyaq. Mənim çünki ürəyim onu istəyir də, onu o mənada. Yəni burada başqa bir şey, səs uyğun gəlməlidir. Bir-biri ilə seçəndə həmkarını uyğun gəlməlidir. Səsin məlahəti, səsin kökü və oxuduğun janr. Bilirsiniz necədir? Birdən-birə durub mahnı oxumaq, səs tembrına uyğun gəlməyən bir həmkarı ilə oxumaq və özünün səs diapazonuna uyğun olmayaraq mahnı oxumaq və onu kimsə, bunu sən bir iki müğənnilər edib, bunu paylaşıb. Mənim yanımda çalışan bir xanım vardı. Kim Orxan edib? Yox, xanım vardı mənim yanımda çalışan. Yəni o yaydı, bilirəm. Yəni hansı səhifədən ilk yayılıb o səhifə. Niyə yayılıb o? O səhifədən... Burada ayıb nə var ki? Bugün əməkdar xalq artistləri var ki, oxuyanda səslərində bir skaçok deyilən bir şey var, olur. Onu siz gözəl tanıyırsınız. Mənə başlayanda da çox sənətçilər dedi ki, o xanım kimin yanından çıxsa ona bir udar vurur, bir zərbə vurur, pislik eləməyə çalışır. Mən az çəksəm o xanımın adını deyəcəyiz ki, o deyə yox. Mənim üçün heç bir problemi yox. Jurnalist o? Kimdir də? Söhbət Sevinç Sevil'in yanından bir iki dəfə ayrılıb qayıdan Mahodan gedir. Yəni bunu eləməklə görə nə oldu ki, bax, Sevinç Sevil dostlarımızdır. Onların Avustraliyasından başqa. Vəfa Şərifovun Avustraliyasından başqa. Yəni bunu eləməklə nə gəldi? Onu sevincə görə eləməyib, mən fikirə. O hər çıxdığı sənətçiyə qarşı bir kin bəsləyir. Adına ya söz çıxardır, ya hansısa bir, hardansa vurmaq istəyir. Yəni bunu bütün ətrafında olan hər kəs deyir ki, yanıva alma. Nə vaxt ayrılsan sənə bir zərbə vuracaq. Yanında nə edirdi o? Prodüserlik eləyirdi. Neçə il vermişsən bu sənətə? Mən televiziya qarşı 30. Mən 18-19 ildir və mən elədiyim prodüser kimi layihələrim də, konsertlərim, onların yanında demirəm. Əslində onlar köməkçidirlər də, yəni indi prodüser... Bəlkə sən o xanımı öz yanına dəvət etməmişdən öncə onun haqqında bir araşdırma etmişdinmi? İş barəsində, bəli, araşdırma, çalışdığı sənətçilərdən də soruşdum, tanıyanlardan. Hamı deyir ki, götürməyəm, Vəfa, sənə bir udar vuracaq. Dedim, mənim nəyim var ki, nəyimi yayacaq? Onların adına hansısa şayəyim, mənə eləyə bilməz. Demək, siz zəifsiz, mənə gəlir, komandanı doğru seçə bilmirsiniz. Doğru seçmədim. Təşəkkür edirəm. Səqin, niyə bugün heç bir müğənni ilə? Kim gəlsə, mən boyda kino qədər alladıblar ki, o Vəfa neynəsin? Vəfa dünən çıxıb saf adamdır, danışır, inanır, bir də görsən arxadan baltalarda. O deyil mənəm, məni güyaz edib. Bax, əslində Manaf deyir ki, mənə alladırlar. Sən niyə bugün müğənnilərlə fəaliyyət göstərmirsən pandemiyaya görə, yoxsa... Yox, müğənnilər də məni aldadır, ona görə. Alladıb, niyə yiyiblər səni? Aldadıb, mən özüm bilirsən də ən çox layihə eləyirəm. Yəni, bir layihəni götürdüm, elədim, təhvil verdim. Sağ ol, siz sağ, mən salamat.
Və həmin müddətdə ya maddi tərəfdən mənə yalan danışırlar, belə deyək, qanararımı kəsirlər. Çünki mən konkret qanararla işləyirəm də ki, bu işi görürəm, bu qədər, bu qədər, bu qədər. Sonra söz-söhbət yaradırlar. Mən də ki, siz indi tamaşaçıların çoxusu bilir, mən hisslərimlə yaşayan insanam. Mənə elə bir söz demək olar ki, mən hər şeyi bir dəfə üzümü çörüb gedim. Yəni, mən ağlımla işləyən adam deyiləm, mən bunu etiraf edirəm. Mən hisslərimlə işləyirəm. Mən amma yox, mən əvvəl, mən sizə deyim ki, mən illərlə Röyan fanatı olmuşam, nə mənada işlədiyim vaxtı fanatı olmuşam, mahnıları dinləmiş. Sonra Aygün xanımla işlədim, başladım ona fanatlıq eləmək, onu ilə pis olanla dava eləməyə. Sonra Sevda Yəhiyeva ilə işləyirdim, o ilə kim pis olurdu, o ilə dava eləyirdim. Sonra üzümə etdim ki, bir dəqiqə deyəm. Sən niyə görə fərd olaraq kimisə, sən işimi gör, pulumu qazan, kiməsə görə dava eləmək, kiminsə kimə sözü varsa, o ona çatdıra biləcək. Bu günləri də biz çalışdıq ki, Səhər Çingizdən xahiş elədik. Bakı sakinlərindən, indi bilməm kimlərdənsə, müğənnilərə sual verdilər, yəni sizlərə suallar var. Gəlin ilk öncə Manaf Ağayev haqqında görək nə sual verdilər ki, tamaşaçımız Manaf Ağayevə və Manafın ona cavabı nə olacaq? Buyurun. Sabahınız xeyir olsun, əziz tamaşaçılar. Tolik gördüyün kimi daha evə getmirəm, elə parkda qalıram. Bugün də müsahibəmiz var, qonaqlarımız haqqında. Getdik. Manaf Ağayevi necə bir müğənni kimi tanıyırsınız? Biraz elə bir danışıq yekə xanadımı deyim. İnciməsin bizdən, amma elə olur, nə deyəcəm. Sizə baxır, nə sual vermək istəyirsiniz ona? Sual verim də, deməli o bizim hospitala gəlmişdi, mənim işlədiyim xəstəxanaya. Bizdə qeydiyyatda eləşdiriyordu. Yaxınlaşanda salam belə vermədi, heç ad soyadı da demir. Yəni düzdür, tanıyırıq onu, amma tanımaya da bilərdim. Yəni o formada niyə yanaşır, belə bir sual vermək istəyərdim. Ən azından niyə salam vermir? Belə. Yəqin ki, fikirli olub, Manaf müəllim salam verərdi yoxsa? Özünə görə yaxşı bir müəllimdir. Xasiyyətin belə deyək, təxmin eləsəz, sizə nə tip insandır? Pisliyin görməmişəm. Onun müsahidə verərkən yaxşı əməllərini görmüşəm, pisliyin görməmişəm. Xeyriyyəçidir, kömək eləyir gənclərə, nə bilim imkansız adamlara, belə. Normal müğənnidir, dostluq eləyəsə ondan. Verilişimizin sponsoru Amerika Oftalmoloqlar Akademiyasının həqiqi üzvü olan oftalmoloq cərrah doktor Günay xanım Əliyevadır. Hal-hazırda Günay xanım Əliyeva kataraktı, anadan gəlmə göz qüsurları ən son üsulları icra olunur. Qeyd edək ki, katarakt əməliyyatlarında Amerika istehsalı olan monofokal və trifokal, yəni ağıllı linzalardan istifadə olunur və pasiyentlərə sertifikat təqdim olunur. Eynəklərin eksimer lazeri cəmi 7 saniyədə azad oluna bilər. 050 850 85 00 @şarəsi Doktor Günay Əliyevada Instagram səhifəsidir. Növbəti sponsorumuz implantoloq Doktor Sənan Xankişiyevdir. Sənan bəyin bizə təklif elədiyi xidmətlər diş implantasiyası, ağız boşluğunun cərrahiyyəsi, diş ətinin cərrahiyyəsi, çətin çıxan dişlərin cərrahi yolu ilə çıxardılması, çənə kistalarının müalicəsi, ultrasəs cihaz ilə cərrahi prosedurların aparılması. Ünvan Nəsimi rayonu, Sarabski 16, Maliyyə Nazirliyinin arxası, əlaqə telefonu 012 597 15 65, mobil 055 210 01 43. Növbəti sponsorumuz isə bizim Babyface. Babyface metodikası iynə, dolğu, lazerdən istifadə etmədən yalnız təbii tərkibli preparatlardan, serumlardan, kremlərdən və xüsusi masaj texnikası ilə üzdəki bütün pigment ləkələrinin, genişlənmiş məsamələr və digər bütün problemlərin azad olmanın yeganə yoludur. Ünvan Nobel Prospekti 15, Megafon Əyləncə Mərkəzinin 1-ci mərtəbəsi. Bir xanımdır ki, o hansısa bir hospitalda işləyir və siz oraya gedəndə orada salam verməmişsiniz. Və bu onu bir yekə... Amma ola bilər də xəstəxanaya gələn adamın fikri olar, əzizi xəstələnər, yəni onu orada, bəlkə o Covid vaxtı getmiş sonra... Xəstəxanada olan adamı heç nə də qınamazlar ki, bu adam... Əvvəla hamısı sağ olsun, yəni ləf pis desəydilər də, əslində o pis demir, orada elə bir şey yoxdur. Bir söz dedi yekəxana, mən özümü heç vaxt, indi məni yaxından tanıyan bilir ki, mən ola bilər, bəli, bunu çox adam deyib, vidim elə göstərə bilər, amma... Mən yenə də deyirəm, yer üzündə nə məndən kövrək adam var, nə məndən yazıq adam var. Bəli, mənə
dəyər sansa, yəni o heç. Yəni mümkün deyil o belə qalsa. Amma mənim yekəxana tanıyıram. Nə yekəxanalıq eləmişəm? Sənə nə yekəxanalıq eləmişəm? Buna nə yekəxanalıq? Qaldı salam, o xanıma buradan deyirəm ki, ələkmə salam, sağ ol. Mən ola bilməz ki, nəsə girəm insanda elə, çünki tanıdıqları üçün bir yalandan da olsa başım belə edirəm ki, iminli o söz deməsinlər də. İndi yağın ki, sən belə keçmirsən, yürüb daldan salam versən, deyəcəklər ki, bu deyib patxod edir. Qızı, onda da belə deyəcəklər. Salah Allahın salamıdır. Mən heç tanıdım, tanımadım. Bilə, Moykada işləyən olsun, axıran olsun. Salama, saqqalama. Onlar da mənə salam verirlər. Ola bilər, bəlkə də belə keçib görməmişəm. Mən onun da arxasınca düşüb salam verəm deyiləm ki, qabağıma çıxsa, onsuz da kim çıxsa, elə baş belədir. Yəni tanıdım, tanımadım. Show biznesdə də belədir. Bugün sənə işləri düşürsə, sənə salam verirlər. İşlər düşməyəndə görməzlikdən gəlirlər. Var mı elə insanlar? Var, nə deyil, hamısı nə deyil ki? Hamısını deməyəkdir, çünki özün doların içindəsən də 500. Yox, mən elə olmamışam. Mən dost zəlli olmuşam, mən bunu bilmirəm. Sən bunu bilirsən də, bax, mənim haqqımda istifadə elədilər, mən Allah ölənlərinizə rəhmət eləsin, üzürüm düşdü. Allah rəhmət eləsin. Sonra bu koronavirüs oldu, başım qaçdı. Gördüm tappatarab yazırlar. Hələ bir şeydən yazır. Amma mən bilirəm bu xalq deyil. Bunu belə milyon% bilirəm də. Çünki xalq o xalqdır ki, milyondan sonra səs yığdı. Hara gedirəm, o fason qarşılayırlar, toya gedirəm. Allahın verdiyi bir istedadda bəli. Bu mümkün olan şey deyil. Demirəm, 100% hamısı istəyir. Bu mümkün deyil olar. Amma bu qara PR ki getdi. Bunu sənə təhrikdə demişəm, bunu düşdüm dalına, arxadım dedim, yox, ölərəm. Bunu tapdım da, yəni səs yazılarında, özündə, hamısını bunu çıxartdım. Sonra gördüm, qız var, oturub evdə 8 səhifə açan var. Buradan bunu qoyub yazıb, işlənəm. Bunu sənə mən bir dost kimi qıraqda demişəm, yəni bunu bağlanıb. Gördüm, yazırlar, məsələn, yazırlar. Amma mən, yenə deyirəm, məni müdafiə eləmək lazım deyil. Durub demək lazım. Maşallah özünün nə olur? Yəni tək hamısı ilə tək mübarizə apara bilərəm mən. Hamısı bir mən tək, mən bunun qalib gələn biri olaram. Dostumu, düşmanımı tanıdın? Bəli, amma sən mənim ağsaqqalımsan, sən mənim böyük qardaşımsan. Bütün günü bağda oturub yeyib içən qardaş deyənlər, hamısı da bilirsən nətər, bir 80%-i mənim əlimin altından gəlib keçib də, istəyir problem, istəyir maddiyyət, istəyir belə. Yəni bunu bilirsən. Bəli. Amma görürdüm ki, nəysə, mən də durub deyən deyiləm. Durub məsələn sənə desəm ki, Aytoluk mənim haqqımda, mən yaraşmaz axı, mən ağsaqqal adamam, mən duramıyorum. Amma sənin içindən necə bir şey gəlmir ki, qoy bir çəkiliş çayım deyim ki, bir Allahınız olsun, kişi manaf bu boyda yardım eləyir, manaf bunu eləyir, manaf elə kim küsülü olur, onu barışdırır, kim dalaşır, onu gedir, yoluna qoyur, bunu yoluna qoyur. Neysə də tutulanın dalıncan gedir, sən bildiyin üçün deyirəm də, bunu çox şey eləmirəm. Ne yaxşı burada, mən nə qədər pis adam yemişəm ki, içindən bunu 3-4 nəfər. Amma indi bir Güneldən söhbət edirdim. Bir gün gördüm ki, Günel Ələkbərov bir şey verib. Bax, mən bir söz deyim, gəlin tamaşaçıların yadına salım. Dünən verişimizin qonağı Günel Ələkbərov oldu və mən ona sual verdim ki, Manaf Ağayevi tanıyan, illərlə oynan, toylara gedən, illərlə oynan, bir süfrədə oturub şöyle yiyən müğənlər sustu. Amma sən birdən-birə bir canlı yayım, bir video çəkdin və Manaf Ağayevin müdafiəsinə qalxdın. Və o dedi ki, mən bunu ona görərdim ki, Manafı tanıyıram, bilirəm necə insandır. Necə qəbul edin bunu? Səninlə illərlə toylarda olan, səninlə illərlə məclislərdə pul qazanan insanlar dayandı qıraqda. Amma Günel düşdü qabağa və ondan sonra da hamı başladı səni tərifləməyə. İndi mən deyim də, indi Günelin içində o dostluq deyilən bir şey var da. Heç mənim yadımdan çıxıb, dedim Günel, dedi bir 10 il bundan qabaq, mənim bir problemim oldu. Mən də bilirəm ki, mən o maddiyyat kimi heç kömək eləməmişəm. Sən 2 dəfə zəng vurdun, kimləsə maraqlandı ki, bəs onun bir problemi olsa maddi. Mənim yadıma gəlmir. Allaha and olsun yadıma gəlmir. Çünki orada bir maddiyyat yoxsa mənim yadımda nə olsun, akşinə də zəng elərəm ki, bir problemin olsa gəlim və yaxud bu hamı üçün var da. Amma maddiyyat yadda qalır. Bu, bilirsən nətər, bu onun içindən gələndir. Məsələn, mən gözləyirdim də. Düzdür, onları başa düşürdüm ki, nəsə bir şehir satdan söyüş yazacaq. Amma mən tanımadığım adamlar üçün, mənə bir dəfə Afaq Bəşir qızından şöyle bir münasibətim yoxdur. Gördüm onun haqqında şey deyirlər. Nəysə, intervyu verdim. O hara, mən hara tanımıram da. Ancaq gözümüz açıb bunu görmüşdük. Bir kəlmə sözlə mənim adamın üstə belə gedər. Bir nəfər mənə zəng elədi. Sənə lazım idi bu? Dedim, mənə lazım idi.
Dedim ki, mənə söymürlər ki. Bəli. Ona görə mənə söylürlər. Qoy mənim dostum bilsin ki, evi yox, nə olar? Olar, qoy mənə görə söylürsün. İndi, bax elə bu adlarını deyəcəm, ikisinin adını deyəcəm. Fədai Laçın tutulanda, mən gecə zülüm ağladım ki, bu bədbaxın qızı bədbax. Yəni, sənətkar adamdır. Hədə, bunun yeri deyil, bu niyə belə oldu? Özümü attım odun yalavın içinə. Düzdür. Mənə fədai lazım idi ki, fədai ilə də mənim heç bir münasibətim olmayıb. Bax, necə toyda görüşürük, salam nətərsən belə, heç bir də salam sağ ol. Deməli, düşdüm, gəldim evlərinə, buradan onun bacısına da, oğluna da, anasına da salam deyirəm. Dedim ki, narahat olmayın, nə lazım deyəcək. Dostlarımdan da pul yığdım, özüm də pul verdim. Yəni, neysə bunlara 2 il köməklik elədim. Bir gecə də sənlə bir yerdə oturduq, səhərə kimi hamını çağırdıq ki, əlavə kömək lazımdır. Elədik, düzdür, sağ olsun. Çıxdı da, dedi də. Amma, ay Fədaya, zindandan ağır bir gün yoxdur. Sən orada bütün gündə canlı yayımdasan. Bir kəlmə deyə bilməzdin ki, ay əmoğlu, belə şeyləri fikir vermə, hamı səni tanıyır. Soyu bəsdir, bu bəsdir. Bilirsən nətər, bu bəsdir, manafı tərifləsən söyləyəcəklər. Çünki burada şey var da, işləyirlər. Bir kəlmə denən ki, əmoğlu, belə şeylərə fikir vermə, sən şəxsən mənim üçün bunu eləmirsən. Gedək İlham Mirzəyevə. Ay qardaş, sənlə mənim salam sağod verilişdə də problemim var idi, özü bilir. Getdim ora, yanına. Dedim, yanına gələn olub burada. Dedi ki, yox. Dedim, iş gələn də olmayacaq. Çünki mən bu cəmiyyəni biləm də. Dedim, iş gələn də olmayacaq. Prosto mən eşitdim, gəldim. Yenə də ki, onun evinə nə qədər də o çıxana qədər getdim, bir dəfə naləsiz getmədim. Dedim, evdə ailəsi vardı. Bir dəfə naləsiz getmədim. Qızımla, yoldaşımla, özümlə. Gitdim, gəldim. Bir kəlmə, bir nəfərə deyilmiş ki, mən müdafiə eləyərəmi, biləm ki, mənə söyləyəcək. Qoy söylsünlər də, mənə də söylədilər, sənin dalıncan gedəndə. Mənə də söylədilər, sənin dalıncan gedəndə, mənə də söylədilər ki, sən hara, o hara, niyə gəlmirsən? Dedim ki, sənət yoldaşımızdır, efirində olmuşam, mən dostluq borcumdan çıxam. İndi, Aytoluk, burada heç bir şey yoxdur, yəni kimsə durub belə bir şey eləyib, dəstək olunurlar. Neysə, Allah heç kimə pis gün yaşatmasın. Gəl vəfadan bir mahnı alaq, sonra bu söhbətlərimizi davam edəyik. Buyurun. Alışdırdı həsrət məni, yandı bağrım, külə döndü. Çox gözlədim, sən gəlmədin, bir günüm bir ilə döndü. Alışdırdı həsrət məni, yandı bağrım, külə döndü. Çox gözlədim, sən gəlmədin, bir günüm bir ilə döndü. Güya məni başqasına dəyişməyin, nə dəyişdi? Eybi yoxdur, keçər gedər, olan oldu. Keçən keçdi, olan oldu, keçən keçdi. Ey, məni atıb gedən, başqasına satıb gedən, o vurduğun yaralardan ölməmişəm, salamatam. Yarı canımın yanındadır, yenə səndən narahatam. Ey, məni atıb gedən, başqasına satıb gedən, o vurduğun yaralardan ölməmişəm, salamatam. Yarı canımın yanındadır, yenə səndən narahatam. Bax bu qədər ağrı acı daşımaqda olmur sənsiz. Sənsiz həyat, həyat deyil, yaşamaq da olmur sənsiz. Bax bu qədər ağrı acı daşımaq da olmur sənsiz. Sənsiz həyat, həyat deyil, yaşamaq da olmur sənsiz. Güya məni başqasına dəyişməyin, nə dəyişdi? Eybi yoxdur, keçər gedər, olan oldu, keçən keçdi. Olan oldu, keçən keçdi. Ey, məni atıb gedən, başqasına satıb gedən, o vurduğun yaralardan ölməmiş
yenə səndən narahatam. Ey, məni atıb gedəm, başqasına satıb gedəm. O vurduğum yaralardan ölməmişəm, salamatam. Yarı canım yanımdadır, yenə səndən narahatam. Başqasına satıb gedəm, o vurduğum yaralardan ölməmişəm, salamatam. Yarı canım yanımdadır, yenə səndən narahatam. İsmin ürəyimdədir, ətrində, telində. Qaçamıram ki, dayanırsan göz önümdə. Hər dəfə götürüb yığıram, səsli duyum mən. Yenə də yarımçıq kəsilir zəngin əlində. Qüruruna yox, sən mənə sar gələydin. Anarkən səni bu gecə yar gələydin. Gözlədim ki, ölüm gələr, ya sən gələrsən. Ölüm gəlmədi, yenə sən var gələydin. İndi çarəsiz baxıb seyr edirəm hicranı. Çatmıyır əlim, silim gözündəki leysanı. Heç zaman düşünmədik, biz harda səhv elədik. O səninmi, ya mənim qürurumun qurbanı. İndi çarəsiz baxıb seyr edirəm hicranı. Çatmıyır əlim, silim gözündəki leysanı. Heç zaman düşünmədik, biz harda səhv elədik. O səninmi, ya mənim qürurumun qurbanı. Demişdin sənə gedəni saxlamaram mən. Dönsə geri bir daha bel bağlamaram mən. O sən idin, mən sağ ikən dəfn elədin yar. Ölməyən bir insanı torpaqlamaram mən. Qəzəbdə səbrin yerinə doldu mu yarım? Gülüm deyərkən ləçəyin soldu mu yarım? Ey çəkinərdin ayrılıq kəlmələrindən. Sonunda ən qorxduğum şey oldu mu yarım? İndi çarəsiz baxıb seyr edirəm hicranı. Çatmıyır əlim, silim gözündəki leysanı. Heç zaman düşünmədik, biz harda səhv elədik. O səninmi, ya mənim qürurumun qurbanı. İndi çarəsiz baxıb seyr edirəm hicranı. Çatmıyır əlim, silim gözündəki leysanı. Heç zaman düşünmədik, biz harda səhv elədik. O səninmi, ya mənim qürurumun qurbanı. Heç olubmu ki, hansısa müğənnini duet oxumusan və sonra onun səhvi anlamırsan, kaş o ilə oxumayaydım. Yəni, qürurumun qurbanı oldu. Yəni, qürurlandın, ondan duet oxudun və ona kömək elədin. Necə ki, bax, elə yenə də qayıtmaq istəyirəm nəfəsə görə. İndi sən nəfəsin adını başqa cür etdin, nə dedin? Yox, mən bunun adını valla bilmirəm. Əsl adı Güneldir. Amma bu xanımın, bax,
bu xanımın PR-ında sənin bilavasitə rolun olub. Yəni ilk hər dəfə yerdə sənin verilişdə tək mənim verilişimə yox, ondan sonra başqa verilişlərə xahiş edirəmsə. Nədən oldu ki? Çünki bax, onun bir müsahibəsinə baxdım, dedi ki, Akşın bəy məni, ona sual veriblər ki, Akşın Fatih səni bu camiyə tanıtdırıb. O da deyib ki, yox, Akşından qabaq mən bir mahnı oxumuşdum, mahnım sevilirdi və Akşın Fatih özü mənə təklif elədi ki, bu dueti oxuyur. Deməli, məndə hansısa bir qığılcımı, hansısa bir populyarlığı görüb deyib məndə. Əvvəla onu deyim ki, mən atdığım heç bir adından heç vaxt peşman olmuram. Heç indi də peşman deyiləm. Çox gözəl. Çünki bu mənim proyektimdir, mənim fikrimdir, mənim istəyimdir. Mən onunla oxuduğuma görə peşman deyiləm. Yəni, uğurlu alınıb istədiyim şeylər nəticə göstəribdir. Yəni, adam Allahla danışır. Mən onu kimi danmaram kiminsə haqqının zəhmətini. Həqiqətən mən baxdım ki, mənim fikrimdə tutduğum hansı ki obraz ki var, qadın obrazı ki, müğənni kimi bu proyektdə uyğun gəlir. Ona görə onu seçmişdim. Üzr istəyirəm, bir sualı verim, yaddan çıxmasın. Nəfəs adını sən fikirləşmişdin onun üçün. İndi deyirsə ki, mən onu Nəfəs kimi tanımıram. Yox, o elə adını mən elə Nəfəs görmüşdüm. Hətta onda elə xanımın adını Nəfəs, öz familiyasının adını qoyar qırağa. Çünki bugün müğənnilər var ki, öz adlarıyla tanımırlar. Yox, bildim, mən nəyə görə deyirəm. Çünki sənətçi kimi bir insana əgər sildimsə mən ürəyimdən də, sənətdən də, o mənim üçün sıradan Azərbaycan vətəndaşı olaraq qalır. Günel Məmmədov olaraq. Mən yəni bunu nəzərdə tutub deyirəm. Bu qədər. O mənim elədiklərimi dansa belə, yəni onun yaratdığı obraza görə, oxunuşuna görə mən onu kəlmə və kəlmə oxuturmuşam studiyada. Əgər onun deyim də siz, yəni Allah şahiddir, Loğman aranjmansı həm səs rejissorudur. O şahiddir ki, saatlarla onu kəlmə və kəlmə burasında bu cür oxu, bu cür elə belə. Klip ideyasında mən oturub yazmışam, işləmişəm, çəkmişik filan. Yəni həqiqətən böyük bir zəhmət var idi, uğuru da alındı. Yəni adam, mən istədiyim adam idi ki, bu proyekt baş tutdu duet olaraq. Mən heç vaxt demərəm ki, istedadı yoxdur, sıfırdır, oxunuşu yoxdur. Belə. Amma bir müğənniyə demək ki, mən onu sətir-sətir oxuturmuşam, onun üçün müğənni fəaliyyətdə yox, elə olur ki, mən özüm də kəlmə bə kəlmə oxuyuram. O başqa məsələ. Amma hər mahnının bir obraz var. Akşın bəy özüm, mənim öz tək mahnım var, ona nə boyda əziyyət çəkir. 3 dəfə, 4 dəfə mənə görə studiyaya gedir. Yəni, eləcə də digər Nəfəs xanıma da belə əziyyətlər çəkir. Düzündür, heç qısqandın mı səninlə? Çünki Nəfəsdən qabaq səninlə duet oxumuşdu. Sonra Nəfəslə oxudu. Arada bir damcı incilik oldu. Nəfə xanımdan qabaq Nəfəsdən. Məndən öncə oxumuşdu. Zaten mənə təklif gələndə də mən Akşın bəyə dedim ki, Akşın bəy, bəs sizin mən araya girmiş olmayayım. Akşın mənim dedi ki, sənlə oxumasam başqa sənətçi tapacağam. Nəfəs belə bir söz deyib. Akşın mənə demişdi ki, səndən başqa heç kimlə duet oxumayacağım. Doğrudan belə şərt qoya bilərdi sənə? Yox, mən əgər təklif eləyirəmsə, şərtləri də mən deyə bilərəm. O mənə təklif eləmiş olsaydı ki, bax Akşın, səndən oxuyuram. Sən başqa heç kimlə oxumayacaqsan. Razı olarmı elə bir şərtə? Yox, heç vaxt. Nəinki Nəfəs. Yəni kimsə sənə qadağa qoya bilər. Əməkdar artist olsun. Yox, statusa bölməyək. Kim olursa olsun qoymazsan bu şərtə. Yox, mənə heç kim qadağa qoya bilməz. Axı, sənət azad olan bir şeydir. İnsanın ruhuna bağlı olan bir şeydir, yaradıcılıq. Bunu mənə kim qadağan eləyə bilər ki? Yəni, mən onda bütün öz sənətimi inkar eləmiş olaram ki, mən kiminsə duet oxumağa razılaşım ki, səndən başqa heç kimlə oxumayacam. Mən ona demişəm ki, əgər biz bir yerdə proyektlər eləyiriksə, sən heç kəsin oxumayacaqsan. Yəni, bu janrda, bu tipdə olan duetlər, mahnılar oxumayacaqsan. Bir, ondan əlavə də ki, istər düzdür, bunu bəlkə də başqa cür anlayanlar. Hərdən adamlar deyirlər ki, onun geyimindən sənə nə, onun davranışından sənə nə. Mən deyirəm, xeyr, əgər mən bir adamla səhnəyə çıxıramsa, verilişə çıxıramsa, yəni insanlar məni xarakter olaraq həm həyatda da, həm sənətdə də başqa cür tanıyırlar. Ola bilər başqa duetlər olar ki, onlar lap yarı çılpaq da çəkilərlər, nə gəl istəsələr geyinə bilərlər. Mən onu da danışmışdım. Ümumiyyətcə, real həyatda da görürsünüz də ki, gündəmdə nələr baş verir. Gündə birinin biabırsı videosu çıxır. Nə videosu çıxır, kimin bilir? Hər nəsə də, indi mən ad-bad, amma bunlar bilərəkdən bunu deyirlər. Bax, Akşın, heç kimin evinə gedib, yox sənə deyim, o müğənilər deyirsin, biabırsı. Onlar özü buna şərait yaradır. Onlar özü bu videonu çəkir. Onları kimsə məcbur çəkdirmir ki, onlar bilərək ki, onlar tənqid olacaqlar və onu bilərəkdən edirlər. Onlarla işim yoxdur. Hər kəs öz ayağından asılacaq. Mən sadəcə deyirəm, əgər mənlə bir yerdəyiksə, biz toya gedirik, bir yerdə uğuzlu qazanırıq, cəmiyyət içinə çıxırıq. Yəni, bütün bunlara əhəmiyyət verir. Millətdən əlavə də mənim evdə 4 övladım var. Allah saxlasın. Onlar məni izləyirlər, baxırlar. Mənim yanımda da səhnədə duran insana mənim övladım, ailəm baxırsa, atam-anam baxırsa, mən istəyirəm ki, onun həm əxlaq cəhətdən, həm geyim cəhətdən hər şey yerində olsun.
Bunların hamısını mən izah eləmişəm, danışmışam, başa salmışam ki, bax şərtlərin budur. Məcbur deyilsən. Ondan sonra da işimizi görmüşük. Sonradan elə hallar oldu ki, gördüm ki, danışığımızda olan qaydalar pozulur. Yenə də danışmadım, səsimi çıxartmadım. Axırda elə yerə gəldi, çıxdı ki, mən 2 duet eləmişəm də, ona bir də qar çiçəyi. O da bir 5-6 milyon izləməsi olubdu, uğurlu olubdu. Və sonra mən baxdım ki, artıq bununla mənimki tutmaz. Yəni çox yürüməz, çox getməz. Ona görə də fikirləşdim ki, artıq başqa duetlər. Vəfa xanımla da nəzərdə var idi, başqaları da nəzərdə var. Yəni bundan Vəfa xanımla sonra da duetlər olacaq. Yəni ona qalsa Vəfa xanımın sənətinin bəlkə də 30% yoxdur onda. Qayıtsın adam mənə desin ki, Akşin yox, sən mənlə oxumusan, məndən sonra sən heç kimlə oxuya bilmərsən. Yəni nə dərəcə düzgün? Akşin, bir sual verim də sizə. Buyurun. Mümkündür. Mən 2000 əvvəllərindən tanıyıram da sizi, duet şəklində tanımışam. Sizlə Elşən Xəzər. Bugün Elşən Xəzərlə duet oxuyarsınız? Əlbəttə ki, Azərbaycanda ümumiyyət sənətdə elə bir insan yoxdur ki, mən deyəm ki, mən ondan oxumaram. Elə bir insan yoxdur ki, mən deyəm ki, mən... Əgər mənim... İndi nəfəsdən başqadır, elə çıxdı. O Azərbaycan vətəndaşı. Yox, yumuşalıqdır. Yox. Yəni, mən, bilirsiniz, səmiyyətimə inananlar bilirlər də, mən hansı xarakterdə adamam. Mən heç vaxt heç kimə bu sözü deməmişəm ki, mən filan kəsə halal eləmirəm elədiyimi. Yeganə insan oldu ki, mən ona demişəm. Prodüserına da dedim, özünə də dedim. Dedim ki, mən sizə halal eləmirəm. Nə ki, zəhmətim, haqqım var. Siz ki, danırsınızsa, baxın, əgər bir insan sizin elədiklərinizi danırsa, sənin haqqından keçirsə, mən valla halal eləmirəm. Niyə? Bunu mən heç kimə deməmişim. Yəni, bugün sən nəfəsi halal eləmirsən, əziyyəti. Xeyr. Amma, Akşin, üzr istəyirəm mən bir insanın üzünə deyə bilməyəcəyim sözü nə efirdə, nə başqa yerdə heç vaxt demərəm. Akşin, mən sözümü demişəm. Günah biraz da səndədir. Deyim, niyə atam? Sən ürəyin o qədər yufqadır ki, mən bilirəm də onu xəstədir. Mənə gəl verilişdən qabaq deyirik, tək nəfəsdən söhbət. Ona bu sualı vermədə, bir də ona başqa sual verərsən. O mənim yanımdadır, onun haqqında başqa fikir var. Bax, sən özünə cavab deyirsən. Vəfa Şərifova ilk dəfə mənim verilişimə gələndə, və indi istəmirəm bu haqda deyim, Şəbnəm Tozlu haqqında dediyi söz biraz qalmaqal oldu. Amma mən bir aparıcıyam, mən ondan reytingi almalıyam. Amma onun nə danışacağı ona qalıb. Mən deyə bilmərəm ona. Bax, bu günləri çalışdığı Orxan, ən çox, ondan çox onu Bahar Lətifovanın yanında görürəm. Və bilirəm ki, Orxana bugün Bahar Lətifova şərt qoysa ki, ya Vəfa Şərifova və mən Orxanın üzrə deyirəm, Orxan geçir Baharın yanına. Mən bilirəm bunu. O mənə deyə bilər ki, yox. Amma mən bilirəm insanları. Yox. Vəfa, insanların, bax, mən Rəqsani ilə işləyirdim. O mənim işlərimə sadəcə... Üzr istəyirəm, yox. Mən Rəqsani ilə işləyirdim. Amma ürəyimin 70% Röyanın yanındaydı. Mən Röya səhər saat 11-də zəng vurur ki, dur gəl bizə. Mən Rəqsanənin ayda 40 toyu var idi bəlkə. Mən ona göz yumdum, qaçdım Röyanın yanına. Mən getdim Röyanın yanına. Axırda mənə bir hörmətli bir insan var, hamımızın tanıdığı Yaşar müəllim. Zəng vurur ki, heç olmasa iş telefon səndə olsa ver ona, onun işləri yarbayarı qalmasın. Çünki mən ondan xahiş eləmişəm ki, oyuna iş, yəni onun prodüseri var idi, o mənə görə. Yəni insanlar var ki, onları bağlayan bir bağ var. Bugün Sayqa nə qədər də desə ki, mən müğənnə işləmərəm, Aygün xanımın bir zəngidə Sayqa Aygün xanımın yanında olar. Mən sən yeganə bir dənə Aygün ola bilər. Yerdə qalan başqa o birilərini heç bir zaman yanına dönmərəm. O da ki, Aygündə inşallah elə bir lahi olsun ki, mənim xeyrim dəysin. Yəni, gedəcəyim yerdə mən iş görməyəcəyimsə, ad xətrinə getmək istəmirəm. Manav, elə bir müğənni var ki, sən oyuna bugün heç vaxt duet oxumazsan. Ya da müğənnilər varmı? Yox, elə bir problemim yoxdur, istəsə, mən yenə də edirəm. Yəni, sən bugün Minə ilə duet oxuyarsan, Minə istəsə. Baxmayaraq ki, kimlə? Janrlarımız, bugün Minanı heç tanımadım. Yox, öz tanıdım, yox, dedim, axı, mən dedim bir yaxlar, səsimiz uyğun gəlsə oxuyaram. Elə bilsin, təklif elən yoxdur ki, başqa-başqa şeylə alınmayacaq. O demək ki, öyle mən ondan yaxşı oxuyuram, o məndən yaxşı oxuyur. Amma başqa janrdır, mən bu mənada. Sən görürsən, Akşin bayaq deyir ki, Manaf da bu sözü deyir. Mənim yanımda gəzən qız elə giyməli, təbii ki, mən Eltonla işləyirəm, biz toylara gelirik, bir də görürsən müğənnilər gəldi. Tanınmamış müğənnilərdir, amma səsləri var, onlar toyda gəlib, elə bil ki, toy aparan müğənniyə dəstək olurlar. Bir də gördüm, xanım gəlib, ətəyi bir iş sardandı, buradandır. Mən dedim, xanım, bura gecə klubu deyir, bura toydu, burada ailə... Bəs mən nədən danışıram? Mən deyirəm, əgər bir adam məni, misal üçün, Manaf müəllim, məclisə çağırırsa bilir ki, bu adamlar gəlib məclisdə ağzından artıq söz çıxartmazlar.
kiməsə əyri baxmazlar. Yanındakı insan da geyimini də bilər. Yəni bu toy içki məclisidir. Saat ondan sonra cəmaat ailədir, qohumlardır, sərbəst olurlar. Sən belə geyinmirsən. Biri gəlib mənə deməz ki, bu qızı sən niyə belə? Mən deyə bilmərəm, axı mən səni tanımıram. Ona görə bu məsuliyyət səncə, sən illərlə yanında xanım müğənnilər olub, bu məsuliyyəti sən mi daşıyırsan? Təbii ki, mən daşıyıram. İndi baxır müğənniyə də, məsələn, məndə mən daşıyıram. Çünki məni danışır ki... Niyə Akşın da dedi ki, məndə mən daşıyıram? Da özünə cavab dedi də. Bir dəfə birini aparmışdım, düzdür, təzə idi, deyənməmişdim. Yolda gördüm ki, gəlib belə oturubdu. Dedim ki, bu nədir yolda? Dedi ki, niyə belə elə, nəsə şeyləm. Gəlib belə oturanda indi qalxır axı bu bura. Dartı dedim, dartma, elə də otur. Elə belə də dedim, otur. Dedim, görürsən, indi belə qalırsan. Sən bunu kimə göstərsən, nəyə göstərsən? Məclisdir. Məclisdir, veçerinə geyinə, həm cəmaatın xoşuna gəlsin, həm yaraşsın. Yəni məclisdir də burada. Əgər hər hansı bir müğənninin yanında prodüser, menecer varsa, yəni onu Akşirin də yanımda, mənim də yanımda görəndə bizə tez deyirlər. Bizə tez deyirlər ki, şəxsən mənə dedi, mənə şəxsən dedi, bizi düşəndə dedi ki, Ayşə, mən səndən, hələ də yadımdan çıxmır o. Mənə dedi ki, bu nədir? Əslində də oxuyan Elnarə idi. Elnarə gəldi, prosto o elə belə gəlmişdi də, təzə-təzə baxmışdı. Elnarə Abdullayevdən söhbət gedir. Yox, deyirəm, əslində toy aparan Elnarə idi, biz ikimiz idik. Ora bir müğənni gəlmişdi. Mən demişdim, gəl qulaq as da, otur da. O da elə gəlmişdi. Hələ bu qulaq asmağa gəlib belə giyinib. Bəylərlə duet oxumaqda seçim edirsən, nəyinə fikir verirsən? Bugünkü günün auditoriyası çoxdur, pul qazana bilir, toyları çoxdur, yoxsa onun sənətinə önəm verirsən ki? Ola birinci, mən deyim ki, yəni o ixtiyarım öz əlimdə deyil, hamı ilə oxuya bilmərəm. Yəni mən icazə... Bax, kimlərlə oxumaq istəyərdin? Mən əslində heç fikrim yox idi duet. Çünki ilk təzə başlayanda mənə, bilirsiniz, Şamil idi prodüserim, mənə dedi ki, gəl bir duet eləyək, partladaq, dağıdaq, neyək? Dedim, yox, mən ya öz gücümə tanınacam, ya da tanınmayıb çəkiləcəm kənara. Yəni mən bugün tanınmasaydım, yəni Akşin bəyəndə istəməzdim oxuyam, onun kütləsini özümə çəkməzdim. Mən adi müğənnilərlə şəkil belə paylaşmıram Instagramda. Vəfa, fikirləşirsənmi ki, bir neçə ay əgər gündəmdə yoxsansa büdürüyürsən? Mən bir il efirə çıxmadım, 5-6 ay mahnı çıxarmadım, amma çıxan kimi yenə də qəbul elədilər. Yəni heç yaddan... Sənə bir açıq bir söz deyim də, bilirsən ki, sənin aramızda yəni pis münasibət olmuyor. Biraz inciliyi olub nəyəsə görə. Amma hörmət eləmişəm, çünki səninlə mənim aramda nə problem? Bax, bu yaxınlarda bir 3-4 ay deməyim, bəlkə bir 5-6 ay pandemiyadan qabaq Moskvada idim. Moskvada toyda oxudun və toydan sonra Instagram səhifələrində belə bir video rastlaşdım. Vəfa Şərifova oxuyanda, Vəfa Şərifova özünə yer tapmadı, bütün məclis ayaqda idi. Səncə bu PR-ın nə qədər, onsuz da Vəfa Şərifova deməli tanınmış müğənnidir ki, buradan Moskvaya toya gedib. Yəni səncə o PR-ı kim eləmiş, sən elətdirmişdin? Yox, onu Zəminə xanım bilirsiniz, mənim PR menecerimdir. Mənim Zəminə xanım çox hörmətim var. Bəli. Mən həmin vaxtı zal dolu olduğuna görə bəygəlinin də rəqs edirdi. Niyə, musiqiçilərin yeri yox idi? Oralar bəylər çox olduğuna görə mən keçdim xanımların yanına. Sonra da səhnəyə qayıda bilmədim, keçdim bəygəlinin yerində oxuyurdum. Və fikirləşdiniz ki, belə bir PR eləyək ki, yox, onu mən normal şəkildə paylaşdım. Zəminə belə yazdı ki, yəni Zəminə xanımın belə yazıb ki, başlıq olaraq. İş oldu ki, sənətçi. Amma bax, PR menecerinin işi o idi. Və mənim ki, bir ağıllısı girdi orada yazdı ki, toyxanada cəmaat oynayardı. İndi Vəfa gəlibsə ora, təbii ki, hamı birdən duracaq. Amma hər toyda da hər müğənni üçün çıxıb oynamırlar. Yox, əgər, bax, toya individual çağırırlar və Rusiyadakı Azərbaycanlılarımız, Allah onları həmişə sevdiyi müğənniləri çağırır və onların mahnılarını əzbər bilirlər. Vallahi elə müğənni var, çağırırlar, nə boyda pul verirlər, gətirirlər, durub oynaya bilmirlər. Amma onda deməli o toyun gəlsin, biraz zövqündə problem var. Çünki mən düşünürəm ki, bugün evladların fikri ilə yox, çünki evladlar olur ki, mən toylar təşkil eləmişəm ki, deyib ki, çağır bunu, bu mənim xoşuma gəlmir. Yəni mən buna 100 ildə qulaq asmaram. Populyar müğənni deyir, dahi ölkədə bəlkə vandır. Amma evladım istəyir deyə çağır. Gəlib o müğənni 6 mahnı yarım saatdə oxuyub, bir dənə bəylə gəlin, bir də 3-4 dənə cavan rəfiqələri durub oynayıb. Amma toyun gəlsi müğənni çağırıb ki, adı deyəndə biliblər mahnıdan durublar oynamağa. Yəni bu tam başqa-başqa bir şeylər. Manav, heç olubmu ki, bu PR-lara, düzdür, sən oxuyanda hələ telefonlar yox idi, Instagram da yox idi məncə. Yəni bu PR-a indi fikir verirsənmi bu PR-lara? Valla
Düzdür, səndə də olub. Rusiyaya gedmişsən, ayağının altında aeroportda qurban kəsiblər, çəkib Yox, paylaşmışsan məndə bunu. çox şeylər olub. Nə Rusiya ilə Çox bazar. şeylər olub. O yadında da oğlun hər daim sənin yanındaydı da. Çəkirdi, sıraz da yüklüyürdü YouTube'a. Toyda çəkərlər də. Yox da, yəni ki sənin yanında bunun özü də bir PR-dır da. Şimdi yox, əgər yaxşı qarşılayırlarsa, ayağın altda qurban kəsirsə, nə bilim sənin başına, mənim boynuma gətirib bu boyda qızıl zərdabda. Hanı o qızıl indi? Öydə septi, ora kimi ana ki... Neçə qramda o qızıl? Valla bilmirəm, söhbət şeydən gedir, ananın istəyindən gedir, o bahalı bir şey deyildi. Dedi, oğlum, bunu əhd eləmişdim, sən mənim evladımın toyuna gələrsən, bunu mən sənin boğaza... Bunu çəkib paylaşmışdın. Yox, toyda çoxdan şey. Hə, onda heç olmayıb o. Deyirəm ki, yəni belə şeylər də olubdur. Başa düşsən, cəmaatı döyüb yola salıb çəkib atırlar. İndi bizi yaxşı qarşılayırlarsa, yaxşı sevirlərsə... Yox, açıq atam, ondan söhbət gedir. Bugün çıxırlar, bəzi verilişlərdə yalandan məlumat deyirlər. Toyda döyülən müğənnilər olub, o da dilinə görə döyülüb. Müğənni heç vaxt piyan da olsalar toyda döyməzlər. Sən niyə oxumadın? Olubmu ki, rastınızda çıxıb kimisə toyda döyüblər və sizlər alamışsınız? Mən eşitmişəm və görmüşəm, amma heç vaxt demirəm. Mənim yanımda olmuyor. O da dilinə görə olub, ha. O pis cavab verib. Onun normalda o müğənni olmasaydı kimsə olsa, o döyülərdi. Olubmu elə bir şey, Manav? Mənim yanımda olmuyor, amma bilirəm də. Bilirəm ki, vurulanlar olub, döyülənlər olub. Onu hamımız birlikdə. Vəfa, xanımlıq və özünə, insan birinci geri özünə hörmət eləyir ki, gedən məclisi hörmət. Heç olubmu ki, toyda oxuyan yerdə fonogramı kəsiblər, deyiblər saxla, başqa bir mahnı oxu, belə bir şeylər olubmu? Mahnı sifarişləri əlbəttə o toyun normal qayda qanunudur. Gəlirlər ki, yox, bunu istəmirik, bundan sonra və yaxud da başqa bir mahnı. Yəni bu çox normaldır. Mənim toyda heç vaxt problem yaşamamışam o şeylərdən. Çünki hansı mahnı istəyirlər oxuyuram, onu niyə yaşayım ki problemi? Akşın, sabah bir nəfər, bax, Respublikan Xalq Artisti Aygün xanım Kəzimova illərlə Namiq Qaraşıqoğlu ilə bir toylarda oxumurdular. Amma sonra gördülər ki, insanların buna tələbatı var və burada bir maddi maraq da var, amma Aygün xanım heç vaxt maddi marağın dalacan qaçmayıb, özüm yanında işlədiyinə görə demirəm, sayğıda bilir. Ola bilər ki, sabah bir Rusiyanın bir vilayətində sizə toy təklifi gəlir və o toyda sizi nəfəslə bir yerdə istəyirlər ki, siz çıxıb toyda oxuyasınız. O öz qanalarını danışıb gedəcək, mən öz qanalarını. Gedəcəksiniz, yəni. Yəni belə bir şey olmayacaq ki, mən getməyəcəm. Yox, mən elə söz deməm. O həm toy yəsinə hörmətsizlikdir, həm Allahın gətirdiyi ruziyə hörmətsizlikdir. Elə şey adam eləməz.
Sayqam, Manaf Ağayevin repertuarını görürsən. Amma duetlərə çox üstünlük vermirəm. Akşında özü də mahnılar yazır, tutuzdurur və amma duetlərə də üstünlük verir. Səncə bugün Azərbaycan xalqının tamaşaçıya ən çox nə maraqlıdır? Solo ifa, yoxsa duet ifaları? Məncə solo. Məncə solo. Niyə? Nəyə görə? Çünki soloda sənsən, təksən. Bu bir aktyorun monologu kimi bir şeydir. Yəni mən bu baxımdan baxıram. Akşın, məsələn, mən Akşının, yəni heç kəs inciməz mənim söhbətimdən ki, Manafın bir mahnısının adını bilmirəm. Belə qulaq asıram da, yəni qarşıma çıxdıqca, elədikcə qulaq asıram. Amma bir mahnının adını bilmirəm. Bu da normal bir şeydir. Sən hardan biləsən, mən elə bir müğənni var, birdən desər ki, onun mahnısını birində heç mən bilmirəm. Sən hardan biləsən? Yəni, amma ki, mən Akşının senarist kimi daha çox bəyənirəm. Onu qeyd eləyim. Bəlkə də çoxları bilmir. Bəlkə də çoxları bilmir. Çox gözəl senaristdir. Mənə elə gəlir ki, bu tərəfi də daha çox inkişaf etdirsə gözəl olar. Ki, bu günləri təbii ki, kinolarımız, seriallarımız daha çoxdur və bu baxımdan sən ora daha çox da töhfə verə bilərsən. Elə deyilmi? Sözünüzə qüvvət Sayıq xanım. Biz 2005-ci ildə Elşən Xəzərlə bir yeri Sirat Körpüsü filmini yazmışıq. Bəli, ondan xəbərim var. Senaristdə də mən işləmişəm. Sonra Bağışla gələ bilmədim, tarixi bir film var idi. Onun senarisi Bu şeyləri yaxşı bilirəm. Barama serialı, misal üçün, bu yaxın 2 il əvvəl. Barama mahnısı da çox populyar oldu. Onların hamısını demək olar ki, senarisini özüm oturub yazıram. Bəli, senarist kimi. Amma mən Akşını duet kimi ilk dəfə görmüşəm. Artıq biraz öncə dediyim kimi Elşən Xəzərlə birlikdə. Məsələn, yenidən qaydanda mən bir tamaşaçı kimi nə gözləyirdim? Elşən Xəzərlə o ötən illərdə çox populyar olan bir mahnının remix variantı və yaxud ona bənzər və yaxud da yeni bir şey. Mən əslində belə gözləyirdim, amma gəldi, çıxdı tam belə başqa adamlar. Bayaq dedim axı, hər bir sənətçinin bir baxış planı var, bir strategiyası var. Mən köhnə mahnılarla gəlib təzədən populyarlaşsaydım, təzədən gündəmə gəlsəydim, deyərlər ki, köhnənin hesabına bu indi. Bəlkə müğənni olaraq amma? Amma yeni mahnılarla yenidən gündəmə gəlmək 12 il sonra. Yəni, bu özü onu göstərir ki, yəni, bu özü yaradıcı adamdır. Bu, hər vaxt sənətini göstərə bilən insandır. Amma köhnə mahnılarla elə, yəni 12 il, 13 il, 15 il bundan əvvəl olan mahnılar var ki, onun hesabına, misal üçün, biri çıxır, oxuyur, düzdür, təzdən yada düşür, amma deyirlər, ya, bunu bildikdə bu qaldı köhnədə. İndi sən nəyə qadirsən? İndi sizin prodüser, menecer, PR işlərinə məşğul olan belə bir komandamız var? Bizim komandamız var ki, həm çəkilişlərdə, həm PR-la məşğul olurlar, həm ssenari üzrə bizə məkanlar tapmaqda, həm təşkil eləməkdə, hər şey. Amma bəzi incə məqamlar var ki, onlara qoymuram qarışmağa. Özü fərd olaraq qoymur, özü... Yəni, onun prodüserluğunu da mən eləyirəm, onun təşkilatçılığını da özüm eləyirəm. Çünki bilirəm də, mən özüm gördüyüm şeyi, misal, mən bu gülü istəmirəmsə, bunu gətirib, o zövqünlə gətirib qoyacaq, yenə mən onu iştəzdən görməli olacaq. Ona görə də özüm başdan qururam, seçirəm, hamısını hazırlayıram, sonra misal üçün Vəfa xanıma deyirəm ki, belə bir proyekt var və yeri gəlmişkən deyim, inşallah ki 2021-in mən bilən ən uğurlu duetlərindən olacaq. Təzə duet hazırlamışıq. Bugün oxuyacaqsınız o dueti? Yox, o klip çəkilişlərindən. Bugün köhnə dueti oxuyacaqsınız. Adı Həyatımdır mahnının və klipi də çox maraqlı bir ssenarisi var. İnşallah ki bir hardasa bir həftə 10 gün ərzində təqdim edəcək. Bilirsən nəyə görə mən sual verdim, üzr istəyirəm. Çünki bax, mən bilirəm ki, Akşındır, indi hal-hazırda bu da Manafdır. Bax, bu insanlar əvvəl, yəni ilk addımlarında özləri tək çıxıblar. Amma mən bilirəm ki, Vəfa bunu elə bilməyəcək. Niyə? Vəfa da tək çıxıb da. Yox, Vəfa tək özü öz qərarını versin, bunu mən belə istəyirəm. Məncə də verir, niyə ki? Yoxmu Vəfa? Yox, mənə dəstək olan insanlar olub. Rəhman Əliyev mənə, məsələn, yol göstərib ki, sən estrada oxuyarsan, pulların gedəcək, səni heç kim sevməyəcək. Məsələn, Rəhman Əliyevin mənim üstümdə böyük əməyi var, buna heç vaxt danmaram, salamlayıram buradan da. Yəni, o bu yolu göstərib. Mən Vəfa haqqında bir söz demək istəyirəm. Belə bir pərdə arxası mən deyirdim, bir oxuyan ki, o oxuyan xoşbəxtdir ki, məsələn, oxuyan tanıyıram, 10 ildə, 15 ildə oxuyur, hələ öz yolunu tapa bilmir. Hələ öz kütləsini yığa bilməyib. Vəfa sənətə tamam başqa bir fərqli gəlmişdi. Əvvəldə, indi mən bunu əvvəldən tanıyıram da. Heç vaxtda söz deyə bilməyəcəkdi də, çünki mən bilirdim. Amma Vəfanın rəskibidən nətər janrı dəyişdi, yolu dəyişdi, mahnıları dəyişdi.
partlayış elədi də. İndi bayaq onu deyirdim, Vəfanı mən oxumanı çox bəyənirəm, səsini çox bəyənirəm. Duet oxuya bilərsiniz? Yoxumuram, bunu hər şey oxuyur. Bu elə bizim yoldadır, əslində elə bizim yoldadır. Amma bu zəmanədə zəmanənin nəbzini tutub. Böyük Vəfanı sevməyən adam yoxdur. Yəni mahnıları gündəmdədir bu günləri. Sözlərini Akşin yaza bilər? Niyə yazmır Akşin? Akşin elə söz ustasıdır da. Vəfa, yəni bilirsən... Demək istəyirəm ki, sözlərini Akşin yazır və tezliklə Manafla... Dueti olacaq. Yox, Vəfa ilə yoxmur. Vəfa ilə bizim janrı oxuyur. İndi özünə bir dəstixət yol tapır. Bir aktyor kimi, misal üçün, mən həqiqətən də insanlara xarakteri, obraz olaraq baxanda fikirləşirəm ki, misal üçün, ağır bir janrda, mafiyozlu bir obrazda mən çəkmək istəyərdim kinoya, filmə, seriala. Müstəntiq də olar, bəli. Vəfa, bu günlərə səmimi sual verəcəyim, cavab ver. Özünə rəqib kimi görürsən show biznesdə və bugün düşünürsən ki, show biznesin iki kateqoriyaya bölürlər də. Çoxdan show biznesdə olanlar, təzə olanlar. Məsəl üçün, yeni gün parlayan ulduzlar var, bir də var illərlə də bu sənətdə qoyulan. Buna sən dəqiq cavab verməlisən. Mən niyə görə bunu deyirəm? Bax, Vəfa üzərində çalışan müğənnidir. Hətta pandemiya devrində əskərlər üçün yazdığı mahnı burada bizdə mən bayaqdım. Yəni, o ağıllı qadındır. Bax, bir var ki, müğənnidir, nə gəldi oxuyur, deyir, tutar qasıq tutmaz ayran. Amma Vəfa deyib, 2 ay gecə oxuyum, tutuzdurum. Bugün Vəfa at çəkməsən də, özün bil, çək edə bilər. Bugün özünə kimə rəqib görürsən? Mən real danışacağım, yəni mən həmişə bilirsiniz də, düzünü demişəm, yenə də deyəcəm. Bugün kütlə üçün kimlər çalışırsa, gündəmdə kimdirsə, mənim üçün rəqib odur. Mən onlarla öz müqayisə eləyirəm, fikirləşirəm. Bu oxudu, məsələn, 20 milyon, 30 milyon dinlənilirsə, mən də onu özümə rəqib görərəm. Əsas budur ki, yəni bu tezliklə kütlə sevir. Cəmaat bunun mahnısını sevir. Cəmaat bunun özünü sevir. Təbii ki. Dostum ona görə çox üzülmə, gəlmirsə ağılsızdır o. Onu sənin qədər sevən olmaz, bilmirsə ağılsızdır o. Əgər sənin kimi insanı sevmirsə ağılsızdır o. Heç ondan sevda diləmə, canı cəhənnəmə, cəhənnəmə. Əgər sənin kimi insanı sevmirsə ağılsızdır o. Cənnəti dəyişir cəhənnəmə, canı cəhənnəmə, cəhənnəmə. Səni atan yarın düşüb qəmə, canı cəhənnəmə, cəhənnəmə. Keçmişin heç fikrin eləmə, canı cəhənnəmə, cəhənnəmə. Səni atan yarın düşüb qəmə, canı cəhənnəmə, cəhənnəmə. Keçmişin heç fikrin eləmə, canı cəhənnəmə, cəhənnəmə. Boş ver paylaşdıqlarını, daş ürəklidir o bilirsən axı. Canım yanır hər baxdıqca, güldüyü şəkli görürsən axı. Yaz ki mən daha sənə gülürəm, sən olsa gülübə gülürsən axı. Səndən yaxşısı çıxıb önümə, canım cəhənnəmə, cəhənnəmə. Yaz ki mən daha sənə gülürəm, sən olsa gülübə gülürsən axı. Səndən yaxşısı çıxıb önümə, canım cəhənnəmə, cəhənnəm. Səni atan yarın düşüb qəmə, canı cəhənnəmə. Keçmişin heç fikrin eləmə, canı cəhənnəmə. Səni atan yarın düşüb qəmə, canı cəhənnəmə, cəhənnəmə. Nə mesaj yaz, nə də zəng eləmə, canı cəhənnəmə, cəhənnəmə. Səni atan yarın düşüb qəmə, canı cəhənnəmə, cəhənnəmə. Keçmişin heç fikrin eləmə, canı cəhənnəmə, cəhənnəmə. Canı cəhənnəmə,
Bacısı əmanət eləyib vətəni qardaşına, qoru əskərmi xuda, keç anamın göz yaşına. Ata öz həsrətini sıxır bağrının başına, o bilir şərəf nədir, ürəyi o eşq ilə yanar. Bacısı əmanət eləyib vətəni qardaşına, qoru əskərmi xuda, keç anamın göz yaşına. Ata öz həsrətini sıxır bağrının başına, o bilir şərəf nədir, ürəyi o eşq ilə yanar. Yarı səngərdə olan yuxularını qarışdırar, gözü yollarda qalar, şəkillərini danışdırar. Gizli-gizli ağlayar, özdə məğrur dayanar. Balası əskər olan dönüş xəbərini gözləyər, hər ötəndən soruşar, yollarını üstə izləyər. Gecə dua eləyər, sübh ümidlə oyanar. Əskər öz məktubunu qoyub yazır dizlərinə, əlinin əsməsi misrada axır sözlərinə. Anacan ağlama çox, qurban olun gözlərinə, görüb acizliyini atam qardaşım utanar. Əskər öz məktubunu qoyub yazır dizlərinə, əlinin əsməsi misrada axır sözlərinə. Anacan ağlama çox, qurban olun gözlərinə, görüb acizliyini atam qardaşım utanar. Yarı səngərdə olan yuxularını qarışdırar, gözü yollarda qalar, şəkillərini danışdırar. Gizli-gizli ağlayar, özdə məğrur dayanar. Balası əskər olan dönüş xəbərini gözləyər, hər ötəndən soruşar, yollarını üstə izləyər. Gecə dua eləyər, sübh ümidlə oyanar. Yarı səngərdə olan yuxularını qarışdırar, gözü yollarda qalar, şəkillərini danışdırar. Gizli-gizli ağlayar, özdə məğrur dayanar. Balası əskər olan dönüş xəbərini gözləyər, hər ötəndən soruşar, yollarını üstə izləyər. Gecə dua eləyər, sübh ümidlə oyanar. Çox gözəl mahnıdır məncə elə bu zamanlarda və müharibə vaxtı əskərlərimizin doğrudan da bəzilərinin duyğularını və əskər bacılarının duyğularını yaşadan bir mahnıdır. Sözlər sənə aiddir? Bəli, bəli. Təbii. Əslində mən düşünürəm ki, sən qalmaqaldan çox belə şeylərlə tarixdə qalarsan. Çünki doğrudan da istedadın var və sənin istedadına söz deyə biləcək insan gələk səni qədər bu şeiriyyatda bu vəsf edən insanlar vardır ki, bunları bilən adam olsun. Ona görə mən sənə deyirdim ki, sənin sənətin yox. Sən də istəmirəm, bəziləri kimi müğənnilər var ki, Instagram səhifələrinin adminlərinə pul verirlər ki, məndən hər həftə nəsə yaz. Nəsə yaz da, yəni tək mənim şəklim sənin səhifəndə görünsün. Sənin buna ehtiyacın yox. Bu mahnılar illər keçəcək, insanların qəlbində yaşayacaq. Kiminsə yadından çıxsa da, çox kütlənin yadında bu qalacaq. Belə istəyirəm sənətkarlardan olasan. Mən qalmaqal ümumiyyətcə eləməmişim heç vaxt. Tərslikdən də həmişə gəlirlər, mənə ilişirlər. Elə olur da. Yəni də, bilmirəm, fikirləşirlər ki, bu ağır adamdır, sakitdir, bir söz ataq, ilişək, belə eləyək. Biraz da gündəmə gəlmək üçün eləyirlər. Bir neçələri onu istədilər eləsinlər. Alınmadı. Alındıra bilmədilər. Çünki bilirsiniz, ən təhlükəli adamlar, Manaf müəllim, sakit adamlar olur. Çünki onların nə taktikasından, nə xarakterindən heç vaxt tuta bilməzsən ki, hansı momentdə elə bir yerdə partlayar ki. Yəni, nə olar ki, mən indi çəkilmişəm, sakit başımı salıb, öz işimlə, gücümlə məşğulam. Amma mən baxıram ki, insan biraz irəlilə getməyə başlayanda daş atanlar çox olur. Bu psixologiya bu cür. Bu normal bir şeydir. Yəni, bu psixologiya belədir. Valla, mənim heç kimlə bir şəxsi qərəzliyim yoxdur. Heç o qalmaqala da ehtiyacım yox. Çünki mən 12 ildən sonra qaydanda səhnəyə nə qalmaqalla, nə söz-söhbətlə, nə dava ilə qayıtmamışam. Mahnısı ilə qayıtdı və çox gündəm oldu. Mahnılarla qayıtmışam, elənsinə də davam eləmişəm. Sadəcə efirlərdə ki, bir sual ki verilir aparıcılar tərəfindən, ya bir mövzu qoyulur ortalığa.
Vallahi mən içimdə nədirsə, mən onu deyirəm. Mən hansısa müğənniyə xoş getsin deyən, hansısa aparıcıya xoş getsin deyən danışmıram heç vaxt. Və yaxud da publikaya oynamıram mən. Yəni mən həyatda nə cürəmsəm, bunu mənim dostlarım da bilir, ailəm də bilir. Məni dünyaya gətirən atam, anam da bilir. Mən əgər bir şeyi haqq düz bildimsə, başımı kəsələr, mən ondan dönən deyirəm. Qoyun da biz bir dənə süjetə baxaq görə insanların aksiyon haqqında dedikləri, yəni vətəndaşlarımız nədir? Buyursun Çingizin sorğusu. Buyurun. Mən hələ bir uşaq idim bağça yaşında. Ən gözəl insan özü var. Dostlarımla oyuncaqlarımın başında. Bir qızı gördüm, ona mən verdim ürəyimi. Hətta bölüşdüm onunla yaxma çörəyimi. Hansı xüsusiyyətlərini bəyənirsiniz Akşin Fatihin? Akşin Fatih mənə sakit, təmkinli insan kimi gəlir, belə deyim, gördüyüm qədərilə. İnsan kimi yaxşı insandır, amma biraz məncə aqressivliyi var. Akşin Fatihi ancaq televizorda çıxanda, yəni o meyxana, nə bilim, nə deyəndə belə dərindən tanımır. Akşin Fatih sizə baxır, nə sual vermək istəyirsiniz? Nə sual vermək istəyərdim? Özünü kimlə müqayisə edə bilər səhnədə? Hansı sənətkarla müqayisə edə bilər? Özü səviyyəsində kimi görür yəni? Siz kimi görürsünüz? Mən meyxana baxımından Namiq Qaraçıxorluğunu görərdim. Amma özünün də sənətini sevirəm, səsini də sevirəm. Uğurlar arzulayıram, bu qədər. Akşin Fatih bugün hansı meyxana janrında olan həmkarı ilə, orada biraz sənətkardır. Heç vaxt Akşin mən inanmıram hansısa sənətkarına özünü, deyər ki, onlar yaşda böyükdür. Amma Akşin bugün rəqib özünə kimi görürsən? Eyni sual. Rəqib, yenə deyirəm, bu sözümü yəni düz başa düşsünlər. Mən nə yaşa, nə statusa, nə illərə baxmıram heç vaxt. Əgər bugünkü gün gündəmdə bir insan addımlayırsa, o mənim üçün rəqibdir. Yəni 5 ay sonra ola bilər ki, mən onu çox ciddiyə almaram ki, bu uşaq da dünən çıxıb, yox. O gələr 5 aydan sonra məni reytingdə də, sənətdə də gələr, yəni üstəliyə bilər. Bu həqiqət belədir. Qaldı ki, Qaqaş deyir, Namiq Qaraçıxorlu ilə müqayisə eləyirəm. Yəni bilirsiniz, bunu bəlkə də həmkarlarım etiraf eləməyə hardasa, bilmirəm, çəkinənlər deməzlər. Amma məsələn, Vüqar Əbdülov, Namiq Qaraçıxorlu, yəni bizim o pokoleniyadan olan adamlar var. Yəni mən biraz musiqili meyxanıya, səhnəyə üstünlük vermişəm deyəni bunlarla müqayisə edirəm. Amma belə meyxanaçılar var ki, həqiqətən onların meyxanaları mənim üçün çox üstündür. Bu birisi musiqili meyxanadan çox. Amma bizim janra uyğun, səhnəyə, musiqili meyxanaya qalanlar, mən özüm Vüqara da, Namiqə də balet eləmişəm. Yəni mən özüm, biz taytuşuq həmkarlarımda. Mən izləmişəm, bəyənmişəm, hətta bəzi anlarda olub ki, biz oturub müzakirə eləyəndə demişəm ki, bunu belə yoxdur, belə eləsən daha yaxşı olar. Məsləhət verirsə, bir dost məsləhəti, bəli. Yəni, özüm çünki ona, mən özüm oturub bir həmkarım kimi, tamaşaçı kimi, rəqabət öz yerində. O heç. Yəni, bəlkə də onlar olmasaydılar bugün sənətdə, mənim rəqabət aparmağa bir adam olmasaydı, mən gəlib bu səviyyəyə bəlkə də çıxmazdım. Mütləq hər bir sənətçinin rəqabətə girə biləcəyi güclü rəqibləri olmalıdır ki, o özü də inkişaf eləsin. Yoxsa mən arxayın oturacam ki, mən zaten mahnının qulaq asılır, eşidilir, dinlənir. Mən özümü müqayisə eləyərdim deyəndə, müqayisə eləməzdim. Mən yenə deyirəm, adsanla, reytinglə ölçmürəm. Hal-hazırda, yəni Namiq, Vüqar, misal üçün, o vaxt Vahid Qədim var idi, çox gözəl qələmi var idi. Allah rəhmət, Aydın Xırdalanlı idi, Vüqar Biləcəri, indi ki, digərləri var, Rəşad, Ruslan, hamısının adını saya bilmirəm. Rəşad Dağlı nə istəyir bir səhnədən küsüb, fikir verirsən, efirlərdə görünmür, deyir ki, hələ çıxmaq istəmirəm efirləri, dəfələrlə dəvət eləmişik, tək mənim yox. Meyxana deyənlər, bilirsiniz, biraz həssas adamlar olurlar. Yəni, onlar hər an durub, misal üçün, müğənilər var ki, deyərsən ki, mən istəyirəm, indi çıxıb oxuyasan, onlar çıxarlar. Amma meyxana deyən hər vaxt dindirə bilmərsən, gərək onun biraz ruh halı, ona uyğun olsun, yaxın olsun. Misal Rəşad digərləri ola bilər ki, onların hal-hazırda fikirləri, həvəsləri o səviyyədə deyir ki, mən çıxım bu günləri efirdə görsənim. Manav, bax, bayaq gələndə elə öz həmkarın, dostun evində də bu yaxınlarda oldun, Əflatun Qubadovun evindən çıxdın. Amma aramızda rəqabət var. O öz aləmində sən, öz kütlün var, eyni janırsız, amma yaxşı mənada dostum. Amma aramızda bir nifaq salmaq istədilər. Lazımsız bir sifarişli yazılar,
sifarişli məqalələr və sən bunu araşdırdın, bunların bildin. Getdiniz, oturdunuz iki qardaş, özü evinə getmişdin, o sənə evinə dəvət elədi. Yox, dostumuzun evi idi. O mənim sincat çalan dedi, görüşək, həmin mahnını verim, həm də bir-iki dənə aydınlıq gətirmək söhbətlər var. İllərin sənətçisisizdir. Yəni, nə sən, nə Əflatun Qubadov 5 il, 6 il, 10 ilin müğənnisi döyürdü. Yəni, bu günləri sizin ortada bölməyəcəyiniz nə var? Yox, mən bir söz deyim də, Əflatun Qubadovundan bizi rəqib görürlər, elə düz də görürlər. Amma biz onunla inan səmimiyyətimə də həmişə münasibətimiz çox gözəl olub. Cəmaət elə görüb. Çünki janr baxımdan eynidir. Toylar kralında bir döyüşmüşük. Sonra bir yarışma olub, yenə bir döyüşmüşük. İstər-istəməz onun tamaşaçısı mənə belə baxır, mənim tamaşa. Amma özümüz həyatda çox gözəl. Evladlarımın toy olub, birinci o iştirak edib. Onun evladlarının toy olub, birinci mən iştirak eləmişəm. Bax, mənim üçün gözəl bir mahnı yazıb, təmənnasız. Özü də aparıb aranjman elətdirib. Öz puluna? Yox. Özü gedib, ödəyib, eləyib. Ki, dedi, ödəmişəm. Dedim ki, niyə? Dedi ki, nə fərq var? Dedim, yox, onu da mən sənə verərəm. Gətdim, verir. Yəni, ora kimi diqqət eləyib də mənə. Mən bundan artıq insana neyniyər ki, o çox mədəni, çox mədəni oğlandı o. Amma meyxanada da var belə şeylər, varmı? Tolik. Jestlər. Qoy müəllim sözünü tanımasın. Çox mədəni oğlandı. Çox qalmaqaldan qaçan adamdır. Həqiqətdir də bu. Yəni, həmişə qaçan adamdır. Arada gördü ki, ondan istifadə edirlər bir-iki dənə şeydə, onun evladından mənim evladımı. Yəni, onu da araşdırdım, dedi ki, valla, mən paylaşmamışdım da, yəni mənlik deyildi. Müəyyən şeylər vardı, açdıq, araşdırdıq onu ki, yəni bizi, niyə bizim sevənlərimiz bir-birinə şeyləsin? Mən onu çox istəyirəm, buradan da salamlı yollayıram. Mədəni oğlandı, qalmaqaldan da kənar olan adamdır. Vəfa, bax, sən xanımsan və bəylərdən fərqli olaraq hissiyatlısın da. Bir məclisə gedirsən, orada başqa müğənnilər... Yox, o mənada yox. Yəni, o qadının ona qarşı aqressiyasını o dəqiqə hiss eləyər. Kişilər bunu, kişinin kişi aqressiyasını yalnız çıxışlarından bilmir. Amma yəni, qadınlar kişilərə nisbətdə daha çox baxırlar bir-birinə. Ay, sağ ol. Bax, sən girirsən məclislərə, bax, gəlmirsən konsertlərə, 10 dənə müğənni var. Hiss edirsən ki, o müğənnilərin içində 5 dənəsi sənə çəp baxırlar, gözləri səni götürmür, əsl sözün mənada. Ya da ki, görürsən ki, çünki mən sənə düzün deyim də, mən fake profillə girib hansısa müğənniyə komment yaza bilmirəm. Niyə deyim? Ona görə özümdən yazıram. Çünki mənim yazımdan bilinir ki, bunu mən yazmışım. Vergül qoya bilmirəm. Hərif səhvi mütləq olmalıdır orada. Yəni, ona görə mən özümü yandırmamaq üçün fake profilim yoxdur. Bir öz səhifəm var. Yandıra bilməsən yazarsan. Yandıra bilməsən, bəlkə o birisi müğənnilər kimi bicdə eləyib yazaram. Amma bunu eləyə bilmirəm. Mənim bəzi statuslarım olur. Dostum İsa Şükürova göndərirəm ki, çünki fikir formalaşdırmaq istəyirəm. Ona deyirəm ki, mən sənə səsli göndərim. Bunu yəni normal yaz ki, cəmaat bilsin mən nə demək istəyirəm. Amma bir özüm nəsə girib hansısa bir kommentin altına yazdıramsa, mütləq öz profilimlə edirəm. Niyə? Çünki başqa profiliniz mütləq bilinəcək ki, bu mənə. Görmüşsən ki, bir müğənni fake profillə bilirsən də, budur yazıb. Bəli, görmüşəm, üstünü də açmışam, özü də bilib, sonra deyib mənim PR menecerimdən, prodüserimdən. Elə deyirlər. O idi yazan. Belə də olub və qaldı ki, o məclisdə 10 qadından 5-i, 10 sənətçi qadından 5-i, 10 sənətçi qadından 5-i yox, 8-i, 9-u harasa. Mənə qarşı ruzu Allah verir sənə. Xeyr, onların dolayı gəldiyi yollardan, o düşə-düşə gəldiyi yollardan mən düz gəlmişəm. Ona görə də istəmirlər ki, bu niyə? Bunun məndən nəyə artıqdır? Onu hardan bilirsiniz ki? Hamının həyatı hamı bilir də. Axı, Vəfa, sənin də, bax, qurban sənə. Amma elə müğənni var ki, sənin üçün deyirlər. Yox, onu demirlər. Necə demirlər? Yox, biri var fərziyə desinlər, bir də var faktlar var da ortada. Axı, sən faktlar qurban sənə, bax. Hamı öz yaşadığını bilir də. Məhkəmə deyil ki, fakt qarşısında. Yox, bilirsiniz necə, hamı öz yaşadığını bilir. Hamı bilir ki, mənim başıma nələr gəlib. Ay, sağ ol, onu bilir. Və bilir də ki, mən 5 dəfə yığılmışamsa, bu adam, məsələn, 1 dəfə yıxılıb və yaxud da ki, bu adam düz gəlib bu yola. Şoubis rəfiqələrin kimdir? Yoxdur rəfiqəm, belə deyil. Müğənnilərdən kim var ki, o ilə dərdini bölüşə bilərsən, sirrini deyə bilərsən. Mən, məsələn, Aysun xanımı çox istəyirəm, Rəqsanə xanımın qızı. Amma ona dərdini deməzsən, dərdini də deyil. Mənim elə bir sirrim yoxdur ki, mən hamı ilə bölüşə bilərəm hər şeyimi. Yəni, hər şeyimi danışa bildiyim insandır. İnsan burada rahat olsun, o düz deyir. Əgər burada rahatlıqsa, mənə neyinlərsə, mən burada rahatamsa, bunu eləməmişəmsə, eləmişəmsə, burada bilirəmsə, bu narahatçılıq verir. Vəfa da deyir ki, mənim olanımı bilirlər. Nəyim var gizlində döyür, yəni şoubizlə söhbət gedir, cəmaat bilmir. Ona görə mən rahatam, nəyi kimisə yəni belə olub ki.
Düzdür. Aysunun xətrini çox istəyirəm. İnşallah ailə qurmağını istəyirəm. Ailəyə yaraşacaq yəni bir xanımdır. Hər şeyimi rahatlıqla bölüşürəm, dərdləşirəm, fikirləşirəm ki, heç vaxt Vəfa, bugün kiminsə yanında bir dərdini demirsən. O peşmançılıq var ki, sənə kaş mən bunun yanında bu qanladı burnum, kaş bunu deməyəydim. Gedib qıraqda siləydim, görməyəydim. Yox, bilirsiniz necədir, onu çox vaxt insan özünə qarşı silah kimi istifadə eləyirlər. Elə şeylər var ki, gərək deməyəsən, amma mən onu saxlaya bilmirəm. Demirsən? Hə, deyirəm. Yəni bugün silah kimi də olsa vecimə deyil. Hə, yox, umurumda deyil olar. Amma istifadə edirlər o şeydən. Sayqa, istifadə edirlər. Əlbəttə istifadə edirlər. Əslində Heç müğənni yox, elə ətrafındakı insanların özü. Vəfa ağıllı qızdır. Oo. Mən bir söz deyim. Vəfa davakar qız deyirsən, bilmə, mən bilirəm onu. Mənim yanımda, Vəfa bir gün mənim yanımda bir nəfər gördü. Köməkçim idi də. Qayıt dedim, bunu arala geçsin. Dedim ki, niyə bu yaxşı adamdır? Dedi, o bir gün sənin başına oynatacaq, ondan mənə geçəcək. Ağıllı qadındır. Həmin şey ağıllı qadındır. Mən də o qədər girmişdi ki, sənətə. Dedim, mən yox, bir şeylər. Gördüm, yox, bundan buna söz aparır, bundan buna söz aparır, bunu işləyir də. Yəni, bunu gərək yanında olur dersən, get biraz həmin yanına. adam da öz yanındadır, özün yanında dedim. Dedim, bunu uzaq. Hə, yanımda dedi, ha, özdə. Dedim, bunu uzaq elə. Yəni, şey, təsəvvür edin, indi bir oturmuşam, sana söz demək üçün buna dedim, get durur orada. Sözümü deyirdim. Axırda başım boşladım. Sayqa, əvvəl belə şeylər yox idi. Niyə? Sosial şəbəkə yox idi, telefon yox idi. İndi amma müğənnilərin hər şeyi ortadadır. Ona görə də məncə Vəfa deyir ki, xanım da ona görə olsun. Mənim bugün gizlədəcək bir şey yox. Evladım var, bunu hamı bilir. Yaşadığım evladımın atası var, yoldaşım var, bunu hamı bilir. Yəni, bundan artıq tamaşaçıya nə lazımdır? Əgər Vəfa düz eləyirsə, evinə kameraları buraxmırsa, bəziləri kimi bütün günü canlı yayım açıb evində göstərmirsə, bu deyil, mənim sənətim lazımdırsa, mahnım lazımdırsa, gəlim oxuyum tövbüzə, verim pulumu, balamı rusun, çıxım gelim. Yəni, bundan başqa, əgər Akşının bugün deyir ki, mənim 4 evladım var, Allah saxlasın onları. Akşın bugün mətbəxini televiziya üçün açmırsa, bu Akşının ağıllılığıdır. Bu deyir ki, qardaş, mən manav, nə qədər televiziya açıq olsa, o qədər də qapalıdır. O qədər də qapalıdır. Mən Manafın həyat yoldaşını efirdə görməmişəm. Görmüşəm, yox. Əflatun Qubadov deyir ki, qardaş, mən bir dəfə istədim onun evinə gəlim çəkilişə. Dedi, qardaş, sənə mən lazımam, gəlim efirində mahnımı oxuyum. Çıxım gelim, mən nə sual verirsən bil. Mənim xaladelnikimi açıb buzdolabının içində yeməyi nə varsa onu göstərəcəksə, mənə bu lazımdır. Əslində düz taktikadır. Amma eləyənləri də qınamırlar. Deyirlər ki, yox, indi bir şey var da, məsələn, mən də sevmirəm evi göstərmək, onu çəkmək. Amma bir tərəfli danışırıq da. Gəlir deyir ki, bəs bağda, bağ mövzusunda çək deyirsən ki, yox, elə dilimlə də deyirəm, qardaş. Qardaş, bir sənin özünün deyirəm, dilimlə də deyirəm, elə öz dilimdə deyirəm ki, ay lazımdır, göz var, nəzər var, biri bəxtəvəssili və biri deyirsən də elə belə öz dilimdə. Bəli. Aya burada nə var ki, bağda da, belə də görürəm ki, ay qardaş, mən bağım var da, indi Allah bunu qismət edib yünə. Bağımdan mən bu çəkilişimi niyə çəkməyim ki? Düz eləyirsən, yoxdur, belə. Yox, niyə sənin ola bilir, məsələn də, mənim olamdır. Ay, bələm, olmayanlar gedir, arendaya bağ götürür. Bəs yaxşı, mən Opşteldə də olurdum, çəkdirdim, Miniskevdə də olurdum, çəkdirdim, Xruşovkada da oldum, çəkdirdim. Gəlin, verək günü Vəfaya nə sual veriblər? Vəfa Şərifova necə bir müğənnidir? Onu bəyənirəm, çox bəyənirəm. Nəyin bəyənirsiniz bəs onu? Onlarını bəyənirəm. Televiziyada oxuyanda görmüşəm. Ya, müğənnilərdən biri də, estrada müğənnilərindən biri kimi. Səsi yaxşıdır, yaxşı oxuyur da. Bizə onlar lazımdır. Onların konsertləri bizə ruh verir. Sabahınız xeyir olsun, necəsiz? Xırda sualım var, xahiş edirəm. Ümidlərimi kırdın, hayallerimi yıktın. Benim ahımı aldın, benim ahımı aldın. Şimdi sen de yalnızsın. Bax belə, Vəfa, sənin haqqında heç sual vermədilər sənə, amma sevənlərin var, dedilər ki, sevirik onu. Vəfa, bax, 1000 dənə yaxşı söz deyəcəklər, yazacaqlar sənin haqqında. Onları görmürsə, bir dənə pisi görürsən Instagramda. İstərsən, məsələn. Niyə elədir? Məndə də elədir. 5000 adam yaxşı yazır, bir dənə pis yazan girir adama. Hə, düzdür, adama təsir eləyir. Bilirsən, pis düz deyəndə, məsələn, mən incimərəm. Məsələn, deyərdi ki, orada pencəyin belə qatlanmışdı, ya ləkəsi vardı, düz deyir də. Amma bir də görsən ki, məsələn, bir o xanımın da ki, məsələn, gəldi, salam vermədi. Məsələn, %100 yalan deyir də, %100 yalan deyir. Qalıb ürəyində. Yox, yəni deyirəm ki, məsələn, adama dəyir də. Yəni, məsələn, orada mən qalxıram, gəlin, heç bilmirəm kimdir. Salam da pulla deyir. Hə də salam verirəm, onu yalan deyir. İndi ola bilər, demirəm. Fikirli olmuşsan, görməmişəm. olsun. Mən psixologiyanı biraz
özümə görə araşdırmışam, oxumuşam illərdir. İstər İslami, istərsə beləncəsinə. Deməli, insanlar neynirlər? Bir insandan bir cavab almaq üçün, onun fikrini özünə cəlb eləmək üçün qəsdən mənfi bir rəy yazırlar. Sonra şəxsidə danışırsan, deyirsən, gəl bura, yığ mənim nömrəmi. Bir dənə üz-üzə danışaq. Sən cəmaatın içində girib, yox, nə danışırsan? Mən sadəcə yazdım, belə fikrimi dedim. Amma istəyirdim səndən şəxsi danışım. Yox, mən sənə balet eləyirəm, mən sənə izləyirəm. İndi amma pandemiya vaxtında dəfələrlə olub. O qədər oldu ki, bu agresiya insandan çoxalıb, amma artıq adiləşib. İndi o qədər də önəm vermirik yazanlara. Adiləşib, həqiqətən. Çoxdur, həddindən artıq çoxdur. Amma Vəfa, bir şey var ki, onlar düşünməlidirlər ki, əgər sən mənim haqqımda məni tanımadan, bilmədən, hansısa bir sözü, fikir formalaşdırırsan, yazırsansa, sən özünü öncə mənim yerimə qoy. Məsələn, mənim oğlum, Allah hamının balasını qorusun, saxlasın, Türkiyədə təhsil alır, uzaqdadır. Mənim haqqımda nəsə yazılanda, onda axı çıxır o orada. Və oradan bura artıq onun o psixoloji durumu, onun həyəcanı, bu mənə yetər. Yəni, o düşünəndə fikirləşin ki, bu qarşıdakı adamın haqqına yaz da. Haqqına yaz, mən cavab verim. Axırına yaxınlaşırıq, sonda inşallah Akşınla Vəfanın o sevilən duetini işləyəcək. Dünən verilişimizin qonağı olan Günel Hümbətova, yəni bu açıqlama getdi və bunun açıqlamasını mən səndən almaq istəyirəm. Afət Fərman qızı dedi ki, Günel burada da müraciət eləmişdi ki, bankda bir problemi var və Mənaf Ağayev deyib ki, ona görə yox ki, sən mənə tərifləmirsən, ona görə ki, həmkarsan, yəni xanım müğənnisən və əgər bunu əlacsızlıqdan, yəni bunu dilvə gətirmirsənsə, mən Mənaf Ağayev bir dost kimi sənin yanındayım. Dost kimi Günelin yanında olub, nə eləmək fikrin var Günelin bugünkü günü problemində? Sən mənim səmimiyyətimi bilirsən də. Heç mən bilmirdim, heç qonaqlar kim olacaq, çatanda bildim və mövzunu da bilmirəm. Çataca çatmaza qayıtı deyir ki, Günel xanım, sizin bəs evinizin deyirlər, əlindən problemi var, alnı var. Ürü promo ortadır. Mən də eləmədim ki, nəsə indi lazım deyil axı bunu demək cəmaata da. Dedi ki, hə, biraz problem var, inşallah düzələcək. Nə qədərdir? Dedi, bir 2000-ə qədər borcum yığılıb üst-üstə. Mən dedim ki, o borc bağlandı elə. Yəni, Mənaf Ağayev bağladı o borcu. Belə dedim, dedi ki, yox, mən əslində Allaha and olsun, Məryəmin canı, qızının adı Məryəmdir. Tarixində belə bir şey olanməz. Mən səndən pul götürəm. Amma sən bunu jest elədin, bağladın. Yox, dedim burada, sonra çıxandan sonra. Elə git bankında ödədi, fərqini dedin elədi, sən axı dedin, seyriyirsin. Qulaq asda. Paçkadan 2000-də getsə nə olar? Heç nə. Mən onun üçün hər şeylərəm. Yox, sən deyirsən düz danış. İndi mən yalandan dedim bağla. Yavaş-yavaş başqa tərəfə. Yox, problem yoxdur. Mən bağlamağa da hazıram. Çünki o qız o birilərindən çoxundan qeyrətli çıxdı, mənə lazım olan sözü dedi. O nədir ki, onu eləyərəm, onun söhbət ondan getmir. Amma özü razılaşmadı. Özü razılaşmadı, amma ona baxmayaraq... Biri utanıbsa sənə nə gəlib, elə bu jesti. Yox, elənildi. Verilişimizin sponsoru Amerika Oftalmoloqlar Akademiyasının həqiqi üzvü olan oftalmoloq cərrah doktor Günay xanım Əliyevadır. Hal-hazırda Günay xanım Əliyeva kataraktı, anadan gəlmə göz qüsurları ən son üsulları icra olunur. Qeyd edək ki, katarakt əməliyyatlarında Amerika istehsalı olan monofokal və trifokal, yəni ağıllı linzalardan istifadə olunur və pasientlərə sertifikat təqdim olunur. Eynəklərin eksimer lazerli cəmi 7 saniyədə azad oluna bilər. 050 850 85 00 @şarəsi Doktor Günay Əliyevada Instagram səhifəsidir. Növbəti sponsorumuz implantoloq Doktor Sənan Xankişiyevdir. Sənan bəyin bizə təklif elədiyi xidmətlər diş implantasiyası, ağız boşluğunun cərrahiyyəsi, diş ətinin cərrahiyyəsi, çətin çıxan dişlərin cərrahi yolu ilə çıxardılması, çənə kistalarının müalicəsi, ultrasəs cihaz ilə cərrahi prosedurların aparılması. Ünvan Nəsimi rayonu, Sarabski 16, Maliyyə Nazirliyinin arxası, əlaqə telefonu 012 597 15 65, mobil 055 210 01 43. Növbəti sponsorumuz isə bizim Babyface. Babyface metodikası iynə, dolğu, lazerdən istifadə etmədən yalnız təbii tərkibli preparatlardan, serumlardan, kremlərdən və xüsusi masaj texnikası ilə üzdəki bütün pigment ləkələrinin, genişlənmiş məsamələr və digər bütün problemlərin azad olmanın yeganə yoludur. Ünvan Nobel Prospekti 15, Megafon Əyləncə Mərkəzinin 1-ci mərtəbəsi.
sen oradasan, sen sıxılarsan. Ay ilk məhəbbəti, son məhəbbəti, gəl ilk məhəbbəti, yan məhəbbəti. Ay ilk məhəbbəti, son məhəbbəti, gəl ilk məhəbbəti, yan məhəbbəti. Sen oradasan, sen sıxılarsan. Ay ilk məhəbbəti, son məhəbbəti, gəl ilk məhəbbəti, yan məhəbbəti. Ay ilk məhəbbəti, son məhəbbəti, gəl ilk məhəbbəti, yan məhəbbəti. Ay ilk məhəbbəti, son məhəbbəti, gəl ilk məhəbbəti, yan məhəbbəti. Ay ilk məhəbbəti, son məhəbbəti, gəl ilk məhəbbəti, son məhəbbəti. Manafın bütün mahnılarında məhəbbətdən, bu qızın dərdi nədirdən danışır. Manaf, bax, sən dedin ki, bir çox adamlarla duet, əslində mövzumuz da budur ki, yadda qalan, sənin yadında qalan duetlərdən nə oldu? Çünki radiolara qulaq asırsan, maşın sürüsü 2020-dən söhbət gedir. 2020-də bir neçə dənə duetlər vardı, amma mənim yadımda qalan, dəbdə olan, onları çox popülər edən Pərvizlə Türkanın duetləri çox uğurlu alındı. Sən yenilik elədilər də, yenilik elədilər. Amma bilirsən də onlar da bir ayrıldılar, sonra barışdılar, onların arasında bir problem oldu. Təzdən barışıblar? Yox, çoxdan barışıblar, amma oldu bir problem belə. Ayrıldılar, hətta deyirlər ki, duet oxumayacaqlar. Bu yaxınlarda demişlər, axı, nə tez barışdılar? Yox, 5-6 ay olardı. Onlarda olur da belə. Yox, təzə Zaurun verişində keçən həftə olmuşdu, bir-iki həftə bundan qabaq. Ayrılıblar. Ayrılıblar, indi onlar bir yerdə döyürlər. Bax, Vəfa, inşallah Akşınla duet oxuyursunuz. Uğurlu olsun, xeyirli olsun, gəlirli olsun, əsas çörəkli olsun. Bax, Akşın sənə zəng vurur ki, Vəfa, dur, gəl mənim dostumun uşağının ad günüdür. Bu mahnını burada ifa eləməliyik. Və sən... Olub dəfələrlə. Olub, yox. Və sən bəlli bir səbəblərdən uşaq evdə təkdir, yenəsə gedə bilmirsən. Yox, onu zaten Akşın bəy başa düşər. Yəni, Akşın bəydə yəni, o kaprizlər yoxdur ki, mən dedim gəlməli, sən belə bir şey yoxdur. Pərviz bəydə var, bilirsiniz niyə var? Çünki Pərviz bəy Türkan xanıma ilk yəni dəstək olub da, onu ilk qaldırıb, nə bilim. Yoxsa Pərvizdə mən fikirləşirəm ki, Akşın bəy daha çox tanıyır məncə, kaprizlər çoxdur. O biraz getdi, dolaşdı, dərinliyə getdi. Məsələ necədir? O indi başlayıb, sıfırdan başlayıb, ya əvvəldən populyardır, məsələ onunla deyil. Biz insanların bir-birindən şəxsi ərki deyilən bir şey var. Ola bilər ki, Pərvizlə Türkan arasında ərk deyilən bir şey var ki, yəni Pərviz inciyə bilər ki, Türkan, mən sənə dedim, sən gəlməliydin. Sən gələ bilərdin də. Yəni, işin də olsa, ərklə deyə bilərsən ki, işin də olsa, Vəfa, at ki ilə gəlsən, mənə lazımsan burada.
Bu münasibətlərdən çox şey asılıdır. Misal üçün, Vəfa xanım desə ki, mənim işim var ya falan, mən ona deyə bilmərəm ki, yox, nə işim var, at tulla gəlginə. Çünki elənsinə bir ərk yoxdur aramızda. Amma misal üçün, başqa adamdan ola bilər ki, mən deyərəm ki, nə işin olur olsun, mənimlə əlaqəsi yoxdur, sən orada olmalısın. Bəlkə də ola bilər ki, elə bir adam olar, elə bir məclis olar ki, mən Vəfa xanıma deyərəm ki, yox, mütləq orada olmalısan. Yəni, ola bilər. Amma insan da elə bir şəraitə düşər ki, gələ bilməz, amma da o demək deyir ki, yox, mən səninlə münasibəti də qırıram, işimi də qırıram, o da yəni düz çıxmaz. Deməli, Sayqa, belə çıxır ki, bu günləri... Hər şeyin başında anlaşmadır yəni. Anlaşmadır yəni, amma anlaşmadan çox insani keyfiyyətlər də lazımdır. Elə insani keyfiyyətlər o dərəcədə olmalıdır ki, anlaşa biləsən. Sayqa, bugün bəzi müğənnilər, sənin də apardığın veriliş olub Ayrı bir telekanalında ki, dəvət eləmişsən, onlar özlərindən stajda, məsəl üçün, çox yox, 1-2 il, məsəl üçün, axırıncı verilişdə gördüm, Çingiz Mustafayev bir xanımla münaqişəsi oldu sənin verilişində. Bu çoxdan olub məncə. Çingiz durub getdi. Verilişdən durub getməyə necə baxırsan? Zəifçilik kimi baxırsan? Yoxsa özünə bax, onsuz da sən bu verilişə gələndə bilirsən ki, burada akşın olacaq, Vəfa olacaq, Manaf olacaq. Yəni bilirsən də, yəni bu qəfildən yoldan istəyən adam gəlmir ki. Çingiz Əhməd idi. Əhməd Mustafayev, üzr istəyirəm. Yəni verilişdən durub getmək nə qədər? Ya akşın da deyir, mən də durub getdim deyir verilişdən. Yox, mən heç bir verilişdən getməmişəm. Orada da vəziyyət necə alındı? Əvvəlcədən də mənə aparıcı sualla verdi ki, hətta elə bir adam ola bilərmi ki, sən verilişi gəlməyəsən, ona görə tərk edəsən, gəlməyəsən. Belənsinə. Quruma da eləyirlər. Dedim ki, yox, elə bir adam olmaz, mən o hörmətsizliyi eləmirəm. Ya əvvəldən gəlmərəm verilişə. Ya da gəlsəm də oturaram axıra gedir. Amma axırda elə alındı ki, hətta mən gördüm ki, misal üçün, aramızda problem var idi. O gəldi, mən durub getmədim. Sona qədər oturdum. Oturdun. Ki, nə verilişə, nə cəmaata hörmətsizlik olmasın. Yəni, şəxsi prinsipimiz var. Amma mən o insanı sındırmaram axı cəmaatın qabağına. O sadəcə getmək istəyirdi. Orada bilmirəm, nə danışmışdılar, nə olmalıydı. O bir sənə qarşı bəlkə bir... Nə quruğu idi, nə idisə, mən başa düşmədim. Mən də durdum, dedim ki, əgər getmək lazımdırsa, bu qadındır. Qoy əyləşsin o burada. Mən gedərəm. Yox, amma məndə isə əksinə, Əhməd yəni ki, suala da cavab verdi, hər şey yaxşı. Səma da öz formatında cavab verdisə, bunların arasında bir anlaşılmazlıq oldu. Mən də həmin vaxtlar anlaşılmazlığını sakitləşdirmək, çünki mən qalmaqalı da çox sevmirəm deyinə. Amma akşın demişkən, hər dəfə başıma gəlir, nəyə çox istəmərəm, o gələrdi üstümə. O yüzden mən dedim ki, Səma buyur mahnını ifa elə, yəni biraz sakitləşsin ortam. Sadəcə olaraq Əhməd durdu, getdi. Əslində qalanda Əhməd Səmaya deyil, kanala, mənə, bizim komandaya bu mən mənfi kimi qəbul edirəm. Neysə, çalışın duet ortaqlarımız elə olsun ki, sonra ayrılanda düşman kimi ayrılmayasınız və ən əsası odur ki, bir-birimizin arasında bu camiada hörmət, izzət qalsın. Bugünkü verilişimiz də belə bitir. Sonda isə mən istəyirəm elə Vəfa ilə Akşının dillər əzbəri olan o dueti ifa eləsinlər. Sabah Allah qoysa görüşərik. Şəkillərdə gülən qadın, həqiqətdə gülmür üzün. Elə qırılıb qol qanadın, tək qalanda dolur gözün. Şəkillərdə gülən qadın, həqiqətdə gülmür üzün. Elə qırılıb qol qanadın, tək qalanda dolur gözün. Tək qalanda dolur gözün. Saçlarına xəyanətin pıçıltısı, üşüdür kürəyini bu ehtiras qırıntısı. Bir gün düzələr deyib gözləməyin yorur səni. Daha xoşbəxt eləmir o daş qaşın parıltısı. Dərdi olan gözəl gülürmüş, sirrini daş divar bilirmiş. Gecələr evdə tək qalanda, sirrini ayla bölürmüş. Şəkillərdə gülən qadın, həqiqətdə gülmür üzün. Elə qırılıb qol qanadın, tək qalanda dolur gözün. Şəkillərdə gülən qadın, gül işığı kim oğurladı. Bir zaman sevilən qadın, ürəyimi kim parçaladı. Bir zaman sevilən qadın.
mənə səhv elədi. O qalan qürurumu tapdaladı, məhv elədi. Bu bənzir nağıla sarayda şahzadə olan, qul olub sevgisinə cəlladını əhv elədi. Qadın istər sığına bir adamın kölgəsinə, ola sadiq ölənəcən yaşanan sevgisinə. Mən isə bir dediyim min dəfə ağlatdı məni, özüm kimi sandığım satdı məni özgəsinə. Dərdi olan gözəl gülürmüş, sirrini daş divar bilirmiş. Gecələri evdə tək qalanda, dərdini o ayla bölürmüş. Şəkillərdə gülən qadın, həqiqətdə gülmür üzün. Elə qırılıb qol qanadın, tək qalanda dolur gözün. Şəkillərdə gülən qadın, gülüşlü kim olurladı. Bir zaman sevilən qadın, ürək bir kim parçaladı. Bir zaman sevilən qadın. Keder, ben ona ömrümü verdim, o mənə acı zəhər. Ben ona duyğu dolu allarımı bəxş elədim, o mənə təkliyimi, yoxluğunu qoydu əsər. Gizlədərə gözgələrindən, oynasını güzgülərindən. Onun əlləri yad belində, sən də seviş kölgələrindən. Şəkillərdə gülən qadın, həqiqətdə gülmür üzün. Elə qırılıb qol qanadın, tək qalanda dolur gözün. Şəkillərdə gülən qadın, gülüşlü kim olurladı. Bir zaman sevilən qadın, ürək bir kim parçaladı. Bir zaman sevilən qadın.